Salam əziz müəllimlər, hər vaxtınız xeyir. Deməli, bu gün artıq ayın 24-ü və son bir gün qalıb imtahana. Sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. İnşallah yüksək nəticə ilə imtahanda yüksək nəticə əldə edərsiniz. Və deməli, dünən hazırladığım bir sınaqdır. Bu sınaq deməli, keçirilən sertifikasiya sınağı paylaşıldı keçən ay, yəqin ki, yadınızdadır. Həmin sınaq əsasında hazırlanıb. Videonu yığdırmadan baxın ki, orada deməli, bəzi vacib hissələri, yəni testdə olmasa da həmin mövzuya aid vacib hissələri qeyd edəcəm ki, yəni bunlar ya əvvəlki illərin blok imtahanında abituriyentlər üçün ya da ki, müəllimlərin işə qəbul imtahanında düşən tip suallardır və onlar sertifikasiyada istifadə oluna bilər. Yəni mövzu ətrafında çalışacağam, ətraflı məlumat verim ki, həm videoya baxaraq siz bütün mövzuları təkrar etmiş olasınız. Və sizdən sadəcə bir istəyim var. Əgər imtahandan çıxdıqdan sonra yadınızdan çıxmazsa, bu videoların sizə faydası olubsa, videonun yorum hissəsinə bunları qeyd edərsiniz. Belə, vaxt itirmədən keçək sualın izahına. Birinci sualda Python-a aid belə bir sual, bu tipdə sual düşmüşdü sınaqda. Deməli, qeyd olunur A bərabər 7, B bərabər 3 nəticəsinin olduqda nəticəni müəyyən edin. Yəni, sonda nə hesablanacaq, bunu hesablamalıyıq. İlk olaraq diqqət edirik ki, bəs bunlar daxil ediləndə sətr tipində qalır, yoxsa ədəd tipinə çevrilir. Qarşıda int varsa, bunlar ədədə çevrilir. Yəni, A üçün 7, B üçün də 3 qiyməti daxil olunub. Və bu tip sualda mötərizə çoxluğu qorxutmasın. Sadəcə mötərizələri cüt-cüt birləşdirməklə diqqət edirik. Demək ki, birinci bu mötərizəni hesablamalıyıq. A-nın üzərinə B. 7 ilə 3-ün cəmi alınır 10. Daha sonra bu mötərizəni birləşdirək. B-ni 2-yə vuraq. 3-dür, 3 dəfə 2, 6. Sonra bu mötərizə, buradakı ikinci mötərizə ilə buradakı mötərizəni ümumi, çünki onun bağlanan mötərizəsi budur. 10 alındı, burada 10-u 5-ə böləndə qalıq 0 düşür. 0. 0-ın üzərinə də 6 gələndə bu mötərizədən çıxacaq nəticə 6-dır. Daha sonra bu mötərizə ən birinci və sondakı mötərizədə onun bağlanandır. Deməli, ümumi bir mötərizə də var. Və burada 6 bölünsün, mötərizəni qeyd edirik. A-nı 3-ə bölürük. A 7-dir. 7-ni 3-ə böləndə qalıq düşür 1 və 1-in üzərinə də 1 əlavə edirik. Deməli, bu mötərizənin içərisi isə 2 oldu. Və arada bölmə işarəsi var. Mötərizədə 2 alındı. 6-nı 2-yə bölürük. Bu şəkildə. Sadəcə mötərizələri cüt-cüt birləşdirməklə diqqət eləməlisiniz. Hansı mötərizə hansına aiddir, yəni bağlananı hansıdır, açılan hansıdır. 6-nı 2-yə böləndə və son hissədə diqqətli olmalıyıq. Götürüb o saat 3 yazmırıq, bölməyə diqqət edirik. Deməli, bu bölmə ilə bu bölmələr arasında fərq var. Bunun üçü də bölmədir. Amma aradakı fərq, burada bunu kəsr xətti kimi düşün. Əgər burada 7 olsaydı, biz ona 3,5 yazardıq. Demək, kəsr hissəsi nəzərə alınır. Yəni, 3,0. Kəsr hissəsi yoxdur deyə bu float tipidir və bunu kəsr hissəsi 0 deyə göstərilir. 6-nı 2-yə böləndə tam hissə, tam bölmə deyil, yalnız tam hissə önəmlidir. Yerdə qalan kəsr önəmli deyil. 6-nı 2-yə böləndə qalıq düşmür, olur 0. Yəni, üçü də bölmədir, amma bir-birindən nəticə olaraq da fərqlənir. Ola bilər ki, deyərsiniz, bəs testlərdə bəzən belə qiymət yox idi. Bəli, kitablarda, bəzi testlərdə bu 0 hissəsi nəzərə alınmadan cavab 3 olaraq yazılır. Əgər variantda 3,0 olmasa, o zaman cavabı 3 deyə götürə bilərsiniz. Amma daha doğru cavabı proqramla, Python proqramı ilə işlədikdə yoxlaya bilərsiniz. Proqramda bunu yazıb yoxlayanda nəticə 3,0 verir. 3 deyə göstərmir. Cavab olur C variantı. Daha sonra ikinci sualda elektron hökumət portalında aşağıdakılardan hansı xidmət tətbiq edilmir? Sınaqda elektron hökumətin növləri var, daxil qolları var idi. C2 C idi, dövlətə aid olan idi. C2B bizneslə bağlı idi. C2C isə vətəndaşlarla olan elektron
hökumət portalı idi. Burada qeyd olunur hansı təqdim edilmir. Məsələn, sona qədər oxuyun. İmtahanda da asan sual görən kimi o saat tez tələsik yazmağa çalışmayın. Və sakit, təmkinli və məsələn sona qədər diqqətli oxuyaraq. Əmək müqavilələrinin qeydiyyatı. Bu elektron hökumət portalına daxildir. Avtomobilin texniki baxışdan keçməsi barədə məlumat, bəli, bunu da biz elektron hökumət portalından yoxlaya bilərik. Şəxsiyyət vəsiqəsi ilə bağlı müraciət, bu da doğrudur. Amma Facebook hesabının bərpasını bunu biz özümüz bərpa edə bilərik. Məsələn, e-mail yazmaqla, parolu təzələməklə bunun vasitəsilə özümüz edə bilərik. Belə bir müraciətlə elektron hökumət portalına müraciət etmirik. Cavab olur C variantı. Daha sonra, deməli, üçüncü sualda aşağıdakı əmrlər ardıcıllığı hansı alqoritm növünə aiddir? Birinci alqoritmin ümumiyyətlə proqrama diqqət edəndə orada baxırıq ki, sadəcə əməliyyatlar mı yazılıb? O zaman onlar xəttdir. Yəni, nə şərt var, nə də dövr var, heç biri yoxdur. O zaman xəttidən istifadə edirik. Yəni, yazıldığı ardıcıllıqlar hərəsinə bir dəfə baxmaqla bitiririk. Demək, xəttidir. Amma bu misalda da qiyməti daxil edirik. Məsələn, 8 daxil edirik. Məsələn deyirik. Əgər şərt ödənərsə, əgər var. Deməli, şərt varsa, yəni dövr yoxdur. Dövr göstərən vallə fordur. Dövr yoxdur, yalnız şərtdir. O zaman şərt budaqlanmada olur. Digər şərt dövrüdə də var. Bəli, dövrüdə də şərt var. Rompdan istifadə olunur. Amma orada şərtdən asılı olaraq bir qrup əməliyyat təkrar-təkrar yerinə yetirilərsə dövr olar. Deməli, burada nəyisə təkrar yerinə yetirmirik. O zaman olur budaqlanan alqoritm. Və müəllimlər, bu tip sual düşər, belə sadə sual. Və deyər ki, bunun alqoritmi, blok sxemi hansıdır? Alqoritm dilində blok sxem hansıdır? Blok sxemi qurmaq üçün birinci tipini müəyyən etdik, budaqlanan. Deməli, variantlardan dövr olanları silərsiniz. Blok sxemini qursa, başlanğıcda A qiyməti daxil olunur. Qiymət daxil olunur paralleloqramın içərisində. Daha sonra şərt varsa, əzbər bilməliyik. Şərt bloku rombdur. Daxil etmə paralleloqram. Hesablamalar da düzbucaqlıdır. Başlanğıc və sonu yazsaz da olar, yazmasaz da. A böyükdür 0-dan. A böyük 0. Bəs bu şərtə hə desək neyniyərik? Hə deyəndə keçib müsbət sözünü çap edir. Deməli, bu şərtə hə deyə bilər və yox deyə bilər. Yox deyəndə elsiyə keçir. Hə deyəndə burada daxil olur dırnağın içərisində paralleloqramda müsbət sözü çap olunur. Müsbət. Yox deyəndə isə digər tərəfdə elsiyə keçir, print mənfi. Əgər burada elsiyə qolu olmasa, o zaman bunları birləşdirib elə birbaşa çap edərik və yekunlaşdırarıq son. Demək ki, burada bu natamam budaqlanmaya aiddir. Yəni, bir qolunda hesablamaya nəsə nəticə yoxdursa, natamamdır. Amma bizdə elsiyə qolu var deyə, elsiyə qoluna da yenə paralleloqramın içərisində düzbucaqlıda yox, düzbucaqlıda bir hesablama olur. Bərabərlik işarəsi olmalıdır. Deməli, paralleloqramın içərisində mənfi dırnaqda və ya 0 deyə bu yazını olduğu kimi yazırıq və variantda belə bir blok sxem axtarırıq. Və son. Bitdi. Yəni, ola bilər ki, o şəkildə bəzən testlərdə görürük, alqoritm verilir və onun bu Python istənilir. Ya Python verilir, alqoritm dilində yazılış istənilir. Ona görə o nümunəni də göstərdim. Üçüncü sualda müəllimlər, əgər 3 simvollu əlifba ilə maksimum 81 fərqli kod yazmaq mümkündürsə, bu kodların uzunluğu neçə simvoldan ibarətdir? Biz həmişə bunun tərsini eləyirdik. Məsələn, deyirdik ki, 4 simvollu ya da 5 simvollu bir koddur. Yəni 5 simvollu hərfdən istifadə edə bilərik və həmin orada yaza biləcəyimiz hərflər 3 simvollu əlifbadır. Məsələn, A, B, C. Bu da deyirdik A, B, C, bu da A, B, C və 5 dənə bura 3-lər yazırdıq. 3 seçim şansı var. Üçünü də bir-birinə vuranda deyirdik həmin o müxtəlif kodun sayı alınır. İndi isə müxtəlif kodun sayını verib, yəni sonda alınacaq nəticəni yazıb. Daxil edəcəyimiz bu 3 dənə simvol olduğunda qeyd edib. Bəs neçə simvoldan ibarətdir, onu istəyir.
Deməli, biz neçə dənə 3-ü bir-birinə vuraq ki, 81 alınsın. Bu da əlbəttə ki, 4 dənədir. Yəni, sonuncunu artıq yazmışıq. Deməli, yazırıq 3. Burada yazırıq 3 və vururuq 9. Sonra burada 3 yazırıq 27. Bir də 3 yazırıq. Alındı 81. Bərabər 81. Neçə simvoldan ibarət oldu? 1, 2, 3, 4. 4 simvol oldu. Demək ki, 4 simvoldan ibarət bir kod yazsaq və əlifbada 3 simvol varsa, orada maksimum 81 fərqli kod ala bilərsiniz. Və fərqli sözü də çaşdırmasın, götürüb rəqəmləri fərqli olanları götürməyin. Elə bir şey olsun, ayrıca deyər ki, simvolları təkrarlanmayan, simvolları fərqli olan belə bir söz işlədir. Amma burada 81 fərqli kod, məsələn, kodun biri AAA A kodudur. Digər bir kod məsələn A, B kodudur. Bunlar eyni kod deyil axı. Bu başqa bir koddur. Bu da ikinci bir koddur. O məntiqlə 81 fərqli kod yazıb. Amma əgər buradakı alar bir də yanaşı təkrarlanmasın desə, qeyd eləyər ki, kodun simvolları təkrarlanmayan olsun. Elə bir cümlə verməyibsə, demək təkrarlana bilər. Cavab olur 4C variantı. Uyğunluğu müəyyən edin. Deməli, bu siyahının növüdür. Siyahının müəllimləri 3 növü var idi. Nömrələnmiş, nişanlanmış və izahlı siyahı. Nömrələnmiş siyahı Olteg idi. Yoxdur variantda Olteg idi. Nişanlanmış siyahı Ulteg idi. Nömrələnmiş oldu. Nömrələnmişə deməli bu siyahıya nömrələnmiş, nizamlanmış deyə adlar verirlər. Ul isə nişanlanmış dedim. Buna nişanlanmış, işarələnmiş, markerli ya da nömrəli deyil də, deməli nömrəsiz siyahı da deyə bilər. Olur A variantı. Daha sonra əlang düzləndirmədir. Düzləndirmədə P də paraqrafdır. Right da sağ tərəfdir. Left soldur, right sağdır. Middle ortadır. Top yuxarı, bottom isə aşağını göstərir. Burada deməli düzləndirməni right yazıldığı üçün sağdan düzləndirmə edə bilər. Olur B variantı. Bu başlıq səviyyəsinə aid olan ölçünü göstərən bir tekdir. Başlıqda H1-dən H6-ya qədər 6 səviyyədən ibarət idi. H1 ən böyükdür, H6 isə ən kiçikdir. Bu ən böyükdür, bu isə ən kiçikdir. Kiçik. Deməli, rəqəmlər çaşdırmasın. 1 olan böyükdür, 6 olan kiçikdir. Bir-birinin bir növ tərsi. H1-dən H6-ya qədər H2, H3 və s. bu şəkildə başlıq səviyyələrini göstərir. Yəni, hansı ölçüdə yazılsın. B isə növbəti sətrə keçiddir. Olur D variantı və bununla qarışdırılan H ertəqdə və H ertəqi isə üfüqi bir düz xətt çəkmək üçün istifadə olunur. H ertə, B yerdə tək işlənən teklərə aiddir, yəni bunların bağlananı yoxdur. B yerdə növbəti sətrə keçirir, yəni məsələn yuxarıda bir söz yazıbsınız, ikinci sətrə keçmək üçün də B ertəqindən istifadə edə bilərsiniz. Oldu A, B, C, D ardıcıllığı C variantı. Daha sonra 6-cı sual. Rəng dərinliyi 8 bit olan qrafik təsvirdə maksimum neçə müxtəlif rəng çaları göstərilə bilər? Hər il imtahanda düşə bilən sualdır. Keçən də düşmüşdü, sadəcə biraz səhvimizə mürəkkəb formada, yəni biraz cümləni uzadaraq salmışlar. Rəng dərinliyi 8 bitdir. Əvvəlcə bilməlisiniz, rəng dərinliyi i-nin qiymətidir. Bunu bilməsəz, siz burada i-nin qiymətini, məsələn, n bərabər də 8 yaza bilərsiniz, deyirsiniz 3-ə bərabərdir. Rəng dərinliyi i-ni göstərir, yəni i bərabərdir 8 bit. Və bizdən istənilir rəng çalarlarının maksimum sayı. Rəng çalarları n-in qiymətidir. N də bərabərdir, düsturumuz vardı, 2 + i. N-ə rəng çaları, rəng sayı, simvollu əlifba, əlifbanın gücü, əlifbanın qüvvəti deyə adlar verirlər. Burada 2 + i, yəni i-nin qiyməti 8-dir, 2 + 8 olur 256. Cavab Y variantı. Yəni 2-nin qüvvəti şəklində və bunu da çox vaxt tələsib müəllimlər 128 yazır. Orada diqqətli olun. Hesablaya bilməsəz belə, yəni imtahan həyəcanı ola bilər, başa düşürəm. Kalkulyatorla da yoxlaya bilərsiniz. Bu proqramın nəticəsi nə olacaq? Sadə bir sualdır, yenə də tələsmirik. X bərabər 5.
burada sual verir ki, x bərabərdir 5-ə. Nə qədər ki bərabərdir, x-i çap eləyəcək. Deməli, x-in qiyməti 5-ə bərabərdir. Bu düzdür. Deyəsən, mən variantı səhv götürmüşəm. X bərabərdir 5-ə, bəli, deyirik, doğrudur. Print x-i çap edir. X-in qiyməti də 5-dir. 5-i çap etdi. Və burada validi deyə təkrar bir də dövrə qayıdır. Yəni, bir dəfə x-i çap etmir. Yox, üzr istəyirəm. Bir dəqiqə, bir dəqiqə. Burada print dırnaqda x-in qiyməti verilib. Dırnaqda x yazıbsa, əvvəlki qiymətin heç bir önəmi yoxdur. Print sadəcə dırnaqlara atıb x-i çap edir. Printin hallarından biri bu idi. Təkrar bir də dövrə qayıdır. Sərbəstə keçmirsiniz. Çünki bu vallə bir sırada yazılıb. Əgər printin altda yazılsaydı, x bərabər x minus 1 yazardınız. O doğru idi. Amma burada təkrar bir də dövrə qayıdır. Yenə x soruşur. Bəs x neçədir? Dəyişməyib. Elə 5 olaraq da qalıb. X-in qiyməti 5-dir. 5 bərabərdir 5-ə, hə deyirik. Print x-i, yəni bir də x-i çap edir. Təkrar bir də dövrədə qayıdır. X-in qiyməti heç vaxt dəyişmir. Elə 5 olaraq da qalıb. O zaman sonsuz sayda x qiyməti çap olunacaq. Variantı səhv qeyd eləmişəm. Bir dəqiqə. Deməli, sonsuz sayda x qiyməti çap olunmalıdır. Cavab olur B variantı. Yox, əgər burada x printin altda olsaydı, məsələn, buradan silib, burada x bərabər x minus 1 olsa, x-in qiyməti 5, 5 bərabərdir 5-ə düzdür və print x-i çap et, dırnaqda olduğu üçün x-i çap edir. Dırnaqsız olsa 5-i çap eləyərdi. X-dən 1 çıx. Deməli, bu çap olundu. X-i də bir vahid azalt. 5 idi, oldu 4. Bir də 4-ə dövrə qaydar. 4 bərabərdir 5-ə. Yox deyər. Qutardı. 4 5-ə bərabər deyil axı. Yox deyib dövrdən çıxar və bitər. Nə çap olundu? Bircə dəfə x çap olunacaq. Belə, oldu cavab B variantı. Yəni, sonsuz sayda x dövr edir, hər dəfə şərti hə deyil və nəticə olaraq da dəyişmir. Bitmir yəni. Cədvəldə ABCDF məntəqələr arasında yolların uzunluqları qeyd olunub. Əgər bu cədvəl qonşuluq matrisinə çevrilərsə, cədvəldə neçə ədəd 1 olacaq? Bu sual yəqin ki, tanış gəldi. Sertifikasiyadakı sual idi. Amma orada soruşurdu ki, qısa yolların ən qısa yolu. A-dan F-ə deyəsən, ən qısa yolun sayını istəyirdi. Bu arada həmin sınavın kanalda izahı var. Daxil olub izləyə bilərsiniz. Demək, burada istənilir, qonşuluq matrisinə çevrilərsə, qonşuluq matrisi 0 və 1-lərdən ibarət idi. Yol varsa 1, yol yoxdursa 0 qeyd edirdik. Cədvəldə neçə ədəd 1 görsənəcək. Deməli, burada müəllimlər neçə xana görünəcək, neçə 1 görünəcək, neçəsi 0 olacaq. Bu tipdə suallar istifadə oluna bilər. Əgər burada 6 təpə varsa, onda 6 vur 6 sayda, yəni 36 xana alınır. 36 xana deyəndə bu hissəni bunları nəzərdə tutmuram. Bunlar təpələr yazılıb. Bu hissəni nəzərdə tuturam. Yəni 36 boş xana var. Yəni qiymətlər yazılan hissə budur. O 0-1 yazılan hissə buradır. 36 xanadır onların sayı. Bəs neçəsi 1-dir, neçəsi 0-dır, necə tapaq? Bunu diaqonal üzrə müxtəlif üsulları var. Diaqonal üzrə bölüb bir tərəfdəki qiymətləri saya bilərsiniz. 2, 4, 5, 6, 7, 8. 8 qiymət var. Və A-dan B-yə, baxın A-dan B-yə 5-dir. B-dən A-ya da 5-dir. Deməli, bunlar 1 ilə yazılacaq. Yəni, 2 dənə 5 varsa 2 dənə 1. Diaqonal üzrə bölüb bir tərəfi sayıb 2-yə də vura bilərsiniz. Ya da ümumiyyətlə bu qiymətlərin hamısını sayırsınız. 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Cəmi 16 dolu xana var. Deməli, 16 ədəddə 1 var orada. Cavab olur 16. Yox, əgər sıfırın sayı istənilsəydi, onda ümumi xanadan birlərin sayını çıxardıq, deyərdik 20 dənə 0 var. Yəni, yol varsa 1, yol yoxdursa 0 deyə göstəririk. Və diaqonal üzrə olan bu qiymətlər, deməli, bu diaqonalda olan həmin bu qiymətlər ilgək hesab olunur. Yəni, əgər bura 1 yazılıbsa, siz sadəcə kənardakıları üzərinə buradakı sayı əlavə edirsiniz. Və buradakılar da A-dan A-ya, B-dən B-yə, yəni ilgəyi göstərmək üçün istifadə edilir.
olunur. Yəni həmin birlər oraya yazılır. Alpoloqada 10 bucaqlı fiquru çəkmək üçün hansı əmrdən istifadə etmək doğrudur? Aploqoda müəllimlər 10 bucaqlı bir fiqur, yəni düzgün bir fiquru da qeyd etmək istəyir. Düzgün bir fiqur seçmək üçün elə etməliyik ki, təkrarlanmanın sayını dönmə bucağına vuranda 360 olsun. Dönmə bucağı isə sol sağdır. Sol sağ. Burada dönmə təkrarla 10-dur. 10 bucaqlı. Dönmə bucağı bilmirik. Məsələn 36 yazılıb. Təkrarlanmanı dönmə bucağına vuranda 360 eləsin. Çünki tam bir fiqur çəkir. Onda x-in qiyməti 36 olmalıdır. Və buradakı sözlər çaşdırmasın. Biz irəli geri yox. Bu sadəcə fiqurun tərəfini göstərir. Tərəfi nə qədər olacaq? 10-dur, 5-dir, bunu göstərir. Burada 150 qeyd olunub və dönmə bucağını göstərən, yəni bu hesablamada nəzərə alınan sol sağ qiymətlərdir. Sola qiymət 36 yazılıb, doğru cavab olur A variantı. Amma burada onu 150-yə vuranda 1500 alınır. Artıq 360'ı keçdi və təkrar demək ki, orada dövr var imiş. Hər ikisi düz deyil, hər ikisi səhv deyil. Cavab olur A variantı. Daha sonra bu sualda A bərabər siyahı verilib, nəticəni istəyir. A bərabər 5, 10, 15, bir də ki, boş siyahıdır. For range, deməli birinci gələn qiymət başlanğıcdır. İkinci gələn addımdır, sondur. Üçüncü gələn isə addımı göstərir. Yəni başlayıb -1-ə, -1-i ala bilməz, 0-a qədər hərəkət edir və -1 addım, -1 addımı ilə, yəni geri qayıdır. Deməli, len A, A-nın qiyməti 1, 2, 3 dənədir. Bura yazırıq 3. 3 çıxılsın 1, 2, vergül -1, vergül -1. I-nin qiyməti 2-dən başlayaraq son qiymət -1 ala bilməz, 0-a doğru -1 addımı ilə hərəkət edir. Demək, i-nin qiyməti birinci 2-ni alır. Sonra 2-dən 1 çıxır, olur 1. Sonra yeni qiymət 1-dir. 1-dən də -1 addımı ilə 0. Da 0-dan -1 çıxsa -1 eləyir. Son qiymətə heç vaxt götürün. Demək, 3 qiymət var, 3 dəfə dövr var. I-nin 2 qiyməti ilə dövrə daxil olur. Deyir, B-yə əlavə et, A-i üstəgəl 1-i. Bəs A-i neçədir? A-da ininci element, yəni ikinci elementin üzərinə 1 əlavə etdik. Onda A siyahısında ikinci elementi tapırıq. Nömrələmə 0-dan başlayır. 0, 1, 2. İkinci elementdə dayanan 15 ədəddir. Demək, alınır bu 15. 15-in üzərinə də 1 əlavə edir, 16. Və B-yə əlavə et. B siyahısına əlavə edir 16-nı. Və birinci əlavə etdi 16. Deməli, ekranda birinci 16 görsənəcək. Təkcə bir də dövrə qayıdır. I-nin bir qiyməti qalıb. I-nin bir qiyməti ilə gedir. B-yə əlavə et A-i, yəni A1, üstəcə 1 yazılıb. Üstəcə 1 əlavə et. A-da birinci element 10-dur. Onun üzərinə bir dənə də 11 alınır və B-yə əlavə et 11-i. Bəs bu 16-nın əvvəlinə artırsın, sonuna artırsın, necə əlavə etsin? Append sona əlavə edir. Bu siyahının sonuna bir 16 əlavə edəcək. Bu siyahı müəllimlər, indi burada 3 elementi 3 dəfə dövr edir. Ola bilər ki, bir 8-9 dəfə dövr eləsin. Yəni, imtahanda vaxtımız məhduddur. Ona görə diqqət eləyirik ki, 1-2 dəfə dövr etdik. Gördük ki, həmin elementləri bir vahid artıraraq əlavə edir. 15 idi, 1 artırdı 16 oldu, 10 idi, 1 artırdı 11 oldu və onlar da tərs ardıcıllıqla düzür. Yəni, birinci axırdan başlayır, addım axı -1-də, axırdan əvvələ deyil. 15-dir, 15-in üstə 1 gəlir 16, 10 idi, 1 gəldi 11, 5 idi, deməli 1 gələcək 6, qutardı. Yəni, ardıcıllıq bu şəkildədir. Dövrün sayı burada arta bilər, o sizə qorxutmasın. Sadəcə 1-2 dəfə dövr eləyin, hansı işi gördüyünü tap. Və dövrdən çıxandan sonra printi də unutmuruq. Print B-ni çap etdik. B-nin qiyməti çap olacaq.
Ə, 11-ci sualda deməli hesablayan Python kodu hansıdır? Bu tip sual keçən miqdə düşmüşdü. Deməli biz variantlar arasından fərqi tapaq. Deməli s-in qiyməti 0-dır, a bərabər 2-dir və yoxlaya bilərik. 2-nin qiyməti kiçikdir 20-dən, bəli. 2 20-dən kiçikdir. S-in üzərinə A-nı, yəni 2-ni əlavə edir. A da bərabər olur 2 vahid artır. 2 idi olur 4. Təkrar bir də dövrə qayıdır. 4 kiçikdir 20-dən, düzdür. S-in üzərinə A əlavə et. S 2-dir, A 4-dür. 2-nin üzərinə 4 gəlir və bərabər 6 yazmayın. Elə buna oxşar yazaq ki, bizi çaşdırmaz. A-nı 2 vahid artır, oldu 6. Sonra bir də s-in üzərinə 6 20-dən kiçikdir. Bəli, s-in üzərinə, yəni 2 üstəgəl 4 üstəgəl a-nı 6-nı əlavə edir və a-nın üzərinə 2 gəlir, 6 idi olur 8. Bu şəkildə davam edir və dövrdən çıxandan sonra deyir print a-nı çap et. A-nın qiyməti yox, axı bu cəm s-də yazılıb. Bu davam eləyəndə həmin cəmi hesablayan s-dir. Amma bu deyir a-nı çap et. Sonda a-nın qiyməti 20-dir, 30-dur, nədirsə onu çap eləyəcək. Yəni cəmləməni yox, a-nın sonuncu qiymətini çap etmiş olur. Ona görə bu yanlışdır. B variantında eyni misalda fərqə baxaq. Misalda fərq bu ikisinin yeri tərsinə olmasıdır. Burada S yazıb doğrudur. Tərsinə olarsa nə olar? 2 kiçikdir 20-dən düzdür. A-nı 2 vahid artırır, olur 4 və S-in üzərinə A-nı S0-da A da yeni qiymət alıb 4. 4 əlavə edir. Axı bu 4-dən yox 2-dən başlayıb. Ona görə B variantı yanlışdır. C variantında nə səhvdir? Fərqə baxaq. Bununla fərqi bərabərliyin olub olmamasıdır. O bərabərlik önəmlidir. Çünki sonda 20 qiymətini alırmı, almırmı, 20-dən sonraya mı keçir, yoxsa əksik mi qalır? Ona mütləq baxmalısınız. S-in qiyməti 0-da bərabər 2. 2 kiçikdir 20-dən doğrudur. S-in üzərinə A əlavə et. Yəni 0-ın üzərinə 2 gəlir, oldu 2. A-nı 2 vahid artırır. 2 idi 4. Təkrar dövrə qayıdır. 4 kiçikdir 20-dən, bəli. S-in üzərinə A əlavə et. 2-nin üzərinə 4'ü əlavə edir. Deməli olur 2 üstəgəl 4. A da 2 vahid artdı 6. Başlanğıcı doğru gəlir. Görüyor sonda 20'ni alır yoxsa almır. İndi S-i 4 verəndə A-nın qiyməti 6 oldu. Bu şəkildə davam etsin və sonda bu 18-i toplayanda axı 4 verəndə 6 olubsa, deməli 18 verəndə də 20 olacaqdı. 2 vahid çox. 20 qiymət. Dövrə qaydanda 20 20-dən kiçikdirmi? Yox deyir, dövrdən çıxır. Və S-i çap edir. S də sonda 18-də qalıb. 20-ni hesablaya bilməyib. Demək ki, bu da ona görə yanlışdır. Əgər burada bərabərlik olsaydı, 20 bərabərdir 20-yə hə deyərdi. S-in üzərinə 20 əlavə edərdi. A-nı 2 vahid artırardı, olardı 22. Və 22 20-dən kiçikdirmi? Yox deyib S-i çap edərdi və S də bizim istədiyimiz nəticə ilə üst-üstə düşərdi. Deməli, burada bərabərlik olmalıdır. Yəni, C variantı olmalıdır və bərabərlik. C variantının eynisi bərabərliklə bir yerdə Y variantıdır. D variantı niyə səhvdir? D variantında yoxlayaq. A-nın qiyməti 0-dır. 0 kiçikdir 20-dən düzdür. A-nı 2 vahid artırır. 0 idi oldu 2. S-in üzərinə A əlavə edir. Yəni 0-ın üzərinə A-nın yeni qiymətini əlavə edir. Təkrar bir də dövrə qayıdır. A-nın qiyməti A-nın qiyməti 2-dir. 2 20-dən kiçikdir, düzdür. A-nı 2 vahid artırdı, oldu 4 və S-in üzərinə A gəlir. Yəni 2-nin üzərinə 4 əlavə edir. Bu şəkildə davam edir. Yəni A-ya 2 verəndə bu da 2 oldu. A-ya 4 verəndə bu da 4 oldu və s. Gəlib məsələn A-nın qiymətini 18 verək. 18 verəndə S-in üzərinə 18 əlavə edir. Sonra təkrar bir də dövrə qayıdır. 18 20-dən kiçikdirmi? Bəli. A-nın qiyməti 2 vahid artırır 20 olur. S-in üzərinə A-nı əlavə edir. Yəni 20-ni əlavə edir.
Sonra bir də dövrə qayıdır. A-nın yeni qiyməti 20-dir. 20 bərabərdir 20-yə. Yəni kiçik bərabər bərabərliyə görə ödədi. A-nın üzərinə 2 əlavə edir, 22 olur və S-in üzərinə A-nın yəni 22-ni gəlir. Yəni sonda bu bizdə 20-yə qədər istəyirdi, amma bu sonda 22-ni də topladı. Yəni müəllimlər, variantlar bir-birinə çox oxşuyur. Siz onların başlanğıc qiymətini və sonu da yazmağı unutmayın. Çünki müəllimlər çox vaxt sonu nəzərə almırlar. Başda görürlər 2 üstəgəl 4 üstəgəl alındı, sona diqqət etmirlər. Baxın, bayaqki yuxarıda bir misalda 18-ə qədər idi. Burada 22-yə qədərdir. Yəni birinin yerini tərsinə verəndə, başlanğıcı fərqli verəndə avtomatik nəticə dəyişir. Ya bərabərlik olub olmamağı nəticəni dəyişir. Sınavda bu alqoritmlə düşmüşdü belə bir sual. Mən Python ilə saldım. Yəni hər ikisi ilə də imtahanda rastınıza çıxacaq mütləq. Daha sonra şagirdlərin müəyyən fənlərdən bilikləri 4 və 10 balla, 4-10 balları ilə qiymətləndirilmişdi. Bu qiymətləndirməyə əsasən aşağıdakı cədvəl qurulub. Və soruşur ki, şagirdlərin fənlər üzrə topladığı ümumi bal Y2 xanasına hansı düsturla yazılmalıdır? Burada bir bu birinci xana, bu da ikinci xana. Burada yazılmalı düstur. E2 xanasına nə yazacağımızı tapaq. Şagirdlərin topladığı ümumi bal lazımdır. Bir dəqiqə. Hə, burada da variantı səhv eləmişim. Ortalama bal deməlidir ya da ümumi bal deyirsə samdır cavab. Deməli, burada ümumi bal biz hansı xanaları toplamalıyıq? Deməli, Səidin nəticəsini hesablayaq. Səiddə informatika balı, kimya balı və fizika balı. Deməli, informatika, kimya və fizika balı toplanmalıdır. Yəni 10 üstəgəl 5 üstəgəl 8 yazılmalıdır. Bəs 10, 5, 8 hardadır? 10'da yaz 10 B2 xanasındadır. Yazırıq B2-dəki qiymətlə C2-dəki qiyməti topla və üzərinə D2 gəl. Bu cür düstur yazmaq doğrudur. Ya da bunu kısaca samla göstərə bilər. Burada ümumi bal yox, ortalama bal qeyd etməliyəm. Average qeyd eləmişəm. Bunu düzəldəcəm, ortalama bal yazılmalıdır. Ədədi ortanı tapanda da sayını, yəni 3-ünə bölürük. Və bu ədəd ortanı biz average ilə göstəririk. Yəni neçədən neçəyə bir diapazondur. B2-də başladı, bu D2-də bitdi. Yəni B2-dən D2-yə qədər. Diapazon da göstərmək üçün qoşa nöqtədir. Nöqtəli vergül sadəcə B2 ilə, yəni informatika ilə fizikanı toplayıb yarı böləcək. Burada düsturda indi dollar işarəsi ola da bilər, olmaya da bilər. Onda onu müəyyən edək ki, varmı yoxsa yoxdur. Keçib AYT-nin nəticələrini hesablasaq, informatika balı 9-dur, kimya 9-dur, ya fizikada 7-dir. Deyirik 9, 9, 7 və 3-ə də bölək. Yəni, həmin düstur burada yazılacaq axı. Y3 xanasında deyirik hesablayaq. B, B3, üstəgəl C3, üstəgəl D3 və bunda 3-ə bölək. Kısaca averajını yazırıq və burada müəllimlər diqqət edirik, nə dəyişdi, nə dəyişmədi. Məxrəc sərbəst o heç olduğu kimi qalır. E-dən E-yə keçib, bu da B-dən B-yə keçib, C-dən C-yə, D-dən D-yə heç bir dəyişiklik yoxdur. O zaman B-nin qarşısına dollar atıla da bilər, atılmaya da bilər. Yəni variantı olarsa o səhv sayılmır. Yəni E-dən E-yə keçib dəyişməyib. Bu B-dən B-yə onsuz dəyişməyəcək. Dollar da atsaq dəyişmir, dollarsız da. Yəni bunun qarşısına bir dollar da atsam cavab səhv sayılmır. Daha sonra 2-dən baxırıq 3-ə, dəyişib, bir vahid artıb. Burada da 2-dən 3-ə bir vahid artıb. Bu da 2-dən 3-ə artıb, bu da 2-dən 3-ə artıb. Demək ki, burada dollar yazılmamalıdır. Çünki dollar yazılarsa 2-dən 3-ə dəyişibsə, burada 2-dən 3-ə dollar atılsa dəyişməyəcək. Yəni uyğunluq pozulmuş olar. O zaman heç birinə dollar atılmır ya da ki B-nin qarşısına dollar ata bilərik. B ilə D-nin əvvəlinə dollar atıla bilər. Burada alınır average və burada ortalama bal deməlidir. Şərti səhv qeyd eləmişəm. Bir dəqiqə. Orta bal, orta nəticə, ortalaması. Cavab olur C variantı.
Və aradakı qoşa nöqtə, nöqtəli vergülə də diqqət edirik. İnformasiyanın təqdim edilmə formasına görə uyğunlaşdıraq. Vurma cədvəli, qatarın çatma vaxtı, bunlar ədədlərlə ifadə olunur. Deməli, 2-yə uyğun gəlir A variantı. Foto şəkildir, rəsmdir, sxemdir, çertyojdur. Bunlar qrafikə aiddir. Hərf, rəqəm, işarələr. İndi burada rəqəm biraz səhv düşüb. Rəqəm yox. Burada məsələn hərf, işarə, simvol deməliydim. Simvol. Bunlar aiddir mətnə. Mətn şəklində yazırıq. Olur C və deməli insan nitqi, quş səsi, musiqi bunlar aiddir deməli səslərə. Bir də beşinci bir təqdim olunma forması var. O da videodur. Məsələn videolar, kliplər bunlar aiddir video şəklində təqdim edilmə formasına. Daha sonra 14-cü sualda verilmiş funksiyanın təyinatını müəyyən edin. Bu funksiyada deməli deflə eyni sırada hansısa bir qiymət var və biz f-ni hesablamalıyıq. N-in qiyməti də daxil olunur. Int inputu. Və bunu mütləq qiymətə çevirir. Əgər mənfi olarsa müsbətə çevirir. Həmin müsbət ədəd 9-dan böyükdürsə, daxil olur, onu 10 dəfə azaldır. Onda biz elə qiymət verək, 9-dan böyük olsun, 3 rəqəmli verək, ya 4 rəqəmli verin, 2 rəqəmli verin, fərqi yoxdur. Məsələn, eyni qiymət verək, 371. Rəqəmləri müxtəlif olsun ki, nə iş gördüyünü tapa bilək. Məsələn, deyir, mütləq qiymətini, yaxud son qiymətini, ilk rəqəmini buna görə müxtəlif verək ki, orada çap eləyəndə bilək sonu mu çap etdi, yoxsa əvvəldəkini mi? K-nın qiyməti mütləqdir. Əgər birbaşa return K yazsaydı, bunu yazmasaydı, deyərdik mütləq qiymətini geri qaytarır. Deməli, K bərabər oldu modulda 371-ə və soruşur böyükdür 9-dan, bəli, K bərabərdir, ədədi 10-a bölək. Bu ədədi 10-a böləndə tamısı 37-dir. Təkcə bir də dövrə qayıdır. 37 böyükdür 0-dan, bəli, doğrudur. K bərabər 37-ni 10-a böləndə tam hissə olur 3. Bir də dövrə qayıdır. 3 böyükdür 9-dan, bu dəfə yox deyirik. O zaman onunla eyni sırada olan return-ə keçir. Yəni K-nı qaytar. K da ən son 3-dür. Deməli 3-ü qaytarır F-nə və nəticə olaraq 3 alınır. Burada 371 daxil etmişdik. Sonda cavab 3 alındı. Deməli ilk rəqəmi nədirsə, həmin rəqəmi çap edir. K-nın qiyməti 9-dan böyükdürsə, 10-a bölür. Amma 9-dan kiçikdirsə, yəni nə böyük deyil, nə kiçik deyil, nə bərabər deyil, demək ki, tək rəqəmli ədəddir. Bu ədədi 10-a böləcəksək, tək rəqəmli bir dənə 3 alınır. İlk rəqəmi neçəsə həmin rəqəmi geri qaytarmaq üçün istifadə olunan bir proqramdır. Qiymət neçə daxil eləyək, necə verək, bu şəkildə suallar verirsinizsə müəllimlər, qiyməti çalışın variantlara uyğun verin. Biz açıq tipli sual yoxdur bizdə. Variantlara uyğun baxın, görün, yəni rəqəmlərinin sayımı və yaxud cəmimi bu şəkildə suallarmı var? İlk və son rəqəmidirmi? Məsələn, tək ədəd, cüt ədəddirsə, çalışın qarışıq verin. Həm tək ədəd, həm cüt ədəd yazın ki, yəni biləsiz orada cütümü tapır, təkimi tapır. Və sair bu şəkildə ədədlər verə bilərsiniz və çalışın verdiğiniz ədəd əgər 2 rəqəmli, 3 rəqəmli ədəddirsə, rəqəmləri bir-birindən müxtəlif olsun. Proqramı Alpoqo mühitində verilmiş kod icra olunarsa, bağa hansı fiquru çəkəcək? Alt proqrama aiddir. Qələmi endir yazılıb, qələmi qaldır olarsa heç nə çəkmir. Qələmi endir təkrarla 3 dəfə. Deməli, birinci təkrarladı. Əvvəlcə biz müəllimlə bu daxildəki dövrün nə iş gördüyünə baxaq. Variantlarda görürsünüz 3 bucaq, 6 bucaq, 4 bucaq, kvadrat var. Deməli, təkrarla 3 dəfə. Nəysə 3 dəfə təkrar yerinə yetirir. Və 3 dəfə bunu təkrarlayacaq. Və bunun özündə də təkrarla var. Deməli, deyir 4 dəfə irəli 200, sağa 90. Təkrarlanmanı dönmə bucağına vuranda 360 alınır. Deməli, bu düzgün 4 bucaqlı çəkir, yəni kvadrat çəkir. Bunu bildik. Fiqurumuz kvadratdır. Kvadratdırsa, avtomatik C-ni, D-ni və orada qələmi qaldır endir yazılmışdı. Heç nə variantlarına çıxırıq. Daha sonra qalır A və B variantları. A variantında da həmin bu
Kvadratdır. Üstə qeyd edin kvadrat. Bəs kvadratı neçə dəfə çəkək? 3 dəfə. Tutardı 3 dəfə kvadrat çəkirik. Qədər sadə. Yəni alt proqram hara daxil, necə hesablayın, bunlar çaşdırması. Sadəcə ən içəridə bax bunu ardıcıl yazın, təkrarla 3 yazın. Sonra mötərizə açın, təkrarla 4 yazın və irəli 120 sağa 90-da qeyd edin. Deməli bu burada 4 dəfə təkrarlayırsa düzgün bir dört bucaqlı çəkir, yəni kvadrat variantda kvadrat olanları saxlayırıq. Bəs həmin kvadratı neçə dəfə təkrarlasın? 3 dəfə. Burada 2 təkrarlayıb, yəni bu 2 olsaydı bu variant uyğun olardı. 3 dəfə də kvadratı təkrar edəcək. 16-cı sualda uyğunluğu müəyyən edin. Maddi model, informasiya modeli. İnsan heç birinə aid deyil. Yəni insan model deyil. İnsan orijinaldır, prototipdir, özüdür. İnsana ona görə maddi modeli, informasiya modeli götürmür. Maddi model nə idi? Deməli, həndəsi fiziki xüsusiyyətləri idi, xüsusiyyətləri vardı, ona toxunmaq, gözlə görmək mümkün idi. İnformasiya modelində isə bu mümkün deyildi. Və başqa bir tərif deyə bilərdik ki, orijinal haqqında müəyyən xüsusiyyət, yəni özünə bənzəməsə də müəyyən xüsusiyyətlər daşıyır. Ya da gözlə görmək, əllə toxunmaq mümkün deyil, belə bir tərif də verilir. 4 növü vardı. Cədvəl, sxem, qrafik və sözlə təsvir. Yəni demək istədiyim insan heç birinə aid deyil. Variantda çaşdırmaq üçün onu da verə bilər. Məsələn, yer kürəsi model deyil. Yer kürəsi özüdür, amma qlobusdur, xəritədir, onun modelləridir. Şagirdin gündəlik qiymətləri. Şagirdin qiymətləri kağız üzərinə yazılır. Demişdim, informasiya modelini qısaca kağız üzərinə yazılan məlumat kimi yadda saxlayın. Xəritədir, kağız üzərindədir, cədvəldir, kağız üzərindədir. Deməli, bunlar informasiya modelidir. Heykəl, heykəl demir ki, şəkil. Şəkil desə kağız üzərində digər informasiya. Heykəl, yəni ona toxuna bilirik, bir quruluşu var. Deməli, bu maddi modeldir. Binanın maketi. Maket də maddi modeldir. Yəni bir oyuncaq kimi düşün. Oyuncaq bina. Maketlər maddi modelə aiddir. Metropolitenin sxemi, sxem deyirsə biz sxemi kağız üzərinə, bir vərəq üzərinə qeyd edə bilərik. Bu da informasiya modelinə aiddir. Yəni sadəcə xüsusi bir quruluşu yoxdur. Yəni metropoliten sxemi ya divar üzərində oldu, ya kağız üzərində oldu. Bunun heç bir necə deyim, yəni həndəsi fiziki quruluşu yoxdur bunun. Ona görə maddi ola bilməz, olur deməli informasiya modeli. 1-ə C-də 2-yə B-yə. Modelin deməli müxtəlif təriflər verirlər. Modellərə aid tərif sualları düşə bilər. Məsələn, ilk soruşa bilər. İlgək təpədən çıxıb təkrar özünə qayıdırsa, yəni A təpəsindən çıxıb təkrar özünə qayıdırsa, bu ilgəkdir. Daha sonra, məsələn, diqrafın tərifini bilin, diqraf oxlar vasitəsilə, yəni bütün tilləri istiqamətlidirsə, bu şəkildə. Bütün tilləri istiqamətlidir, yəni oxludur, ya da bütün tilləri qövsdürsə, bunların birinə qövs deyirlər, oxlu olduğu üçün. Bütün tillər istiqamətli ya qövsdürsə, bunu adlandırırlar istiqamətlənmiş qraf, ya da ki, diqraf deyə ikinci bir ad verirlər. Daha sonra modelin 2 növ var idi. Maddi model təqdim edilmə formasına görədir. Bu, bir də zamana görə növləri vardı. Statik, dinamik. Statik də deyəndə hansı idi? Yəqin ki, deyirsiniz, statik model zaman anında, baxılan zaman anında dəyişməyən idi, sabit qalırdı. Statik, sabit. S-dən nə yadda saxlayın, yəni dəyişməyən. Dinamik isə hərəkətdə olan, zamana görə dəyişən model növləri idi. Və modeldən ən vacib olan bir cümlə də var, onun xassəsi. Modelin başlıca xassəsi onun adekvatlığıdır. Testdə çox vaxt bunu aktuallıqla qarışdırırlar. Aktuallıq birinci bölmədə idi. Cari zamana uyğun olan informasiyada idi. Deməli, modelin başlıca xassəsi onun adekvatlığıdır. Adekvatlıq da modellə obyektin uyğunluq dərəcəsidir. Bir-birinə necə bənzəyir, uyğundur, budur. Keçək növbəti suala. Diskretləşdirmə tezliyi verilib səs faylından danışır. Səs faylında tezliyi zamanı və
bir simvolun, yəni bit sayına da vurmaq lazımdır. Simvol deməyim. 16 saniyə zamanda verib və burada 2 kanallı qeyd edir. 2 kanallıdırsa əlavə olaraq 2-yə vurmaq lazımdır. Yəni 2 dəfə sanki təkrarlanır. Həcmi tapanda 32 mindir. Bu kilohertz çaşdırmasın mənimlə. Bu kilonu nəzərə almalısınız. 32 min nəzərdə tutulur. Yəni biz onu 32 min deyə yazırıq. 8 bitdir. İ'nin qiyməti 8 bit. Zamanı da verib 16 saniyə və məsələn sona qədər oxuyuruq. 2 kanalı. Göz bunlar rəqəmlərlə yazılıb. Bunu sözlə yazıb. Yəni ola bilər ki, siz rəqəmlərə diqqət edirsiniz. Buna baxmazsınız. O 2-də nəzərə alınmalıdır. Və variantlarda kilobayt, megabaytla da onu da əvvəlcə kilobayta çevirək, olmasa megabayta gətirərik. 213-ə bölürük. Burada 32 mini 32 vurulsun 1000 kimi yazaq. 8 2-nin kubu 16 2 üstü 4, bu da 2 üstü 1 demək. Ölçü vahidi artıq kilobayta çevrilir. Bölürük 2 üstü 13-ə. 5 ilə 4, 9, da bir cəndə 10, 3 də cəndə 13. Elə bunlar 213-dür, məxrəcdən ixtisar edir. Alınır 1000 kilobayt. Cavab olur B variantı. Yəni burada kilohertzdə 32 min olaraq kilohertzdə, kilobayt demirəm amma kilohertz olarsa 32 min deyə. Ora bir min atmağı unutmayın. Ses failləri müəmməli 2 cür olur. Yüksək səviyyəli, bir də aşağı səviyyəli. Yüksək səviyyəli 44 kilohertzdir. Kilohertz və bunu da 44 min hertz deyə götürürük. 44 min hertz. Və burada i'nin qiyməti 16 bitdir. Yəni konkret şərtdə bunu verməsə, bunu da verməsə, desə ki, diskretləşmə tezliyi, diskretləşmə yüksək səviyyəli səs faylıdır. O zaman yüksək deyərsə bunları bilməliyik. Çox vaxt bunlar testdə verilir, ola bilər də düşməz. Aşağı səviyyəli deyərsə 5,5 kHz-dir. Bu da ki 5500 Hz deməkdir. Və burada da i'nin qiyməti 8 bitə bərabərdir. Bu qiymətlər zamandakı hər zaman məsələdə verilməlidir. Əgər zamanın qiyməti dəqiqə ilə olarsa, siz onu mütləq saniyəyə çevirməlisiniz. 18-ci sualda əgər dövr yoxdursa bir məsələdə, formal yoxdursa, demək ki, o nisbətən asandır. Sadəcə diqqətli olmalısınız. Dövr olanda da o qədər biraz çətin suallar da var dövrün, amma yəni yenə də çalışsaq yaza bilərik. A7, B14-dür. A-nı 2-yə vur, 7-ni 2-yə vururuq, olur 14. Böyükdür B-dən, yəni 14-dən. Deyirik yox. Və müəllimlə burada aldığınız bu 14 nəyəsə mənimsədilməyib. Yəni A dəyişib 14 olmur. A yenə 7 olaraq qalır. Yəni A bərabər 7 yazsaydı, bəli, A bərabər burada yazılsaydı 7 vur 2, o zaman 14 olardı. Amma bu sadəcə sual verir. Demir A-nı dəyiş 7 ilə. Deməli bu şərt böyük, A14 14-dən böyük deyil, yox deyil. İfə yox deyəndə iflə eyni sırada olan elif hessiyə baxılır. Yəni elif varsa elifə, yoxdursa hessiyə keçər. Yəni iç-içə ifdir. İfə yox deyəndə daxildəki onun içərisinə gələn heç birinə baxılmır. Sadəcə həmişə demişəm iflə eyni sırada olan elif hessiyə baxılır. Və ifə yox deyəndə elifə baxırıq. İfə hədisə elif hessiyə baxmarıq. B-ni, B də 14-dür. A-ya, A da 7-dir. 14-ü 7-yə böləndə qalığı istəyir. Qalıq 0-dır. Bəli, qalıq 0-dır. 2 dəfə düşür, qalıq da qalmır. 0-dır, düzdür. Elifə hə dedik, onda ES də lazım deyil. Elifə hə deyəndə daxil oluruq içəriyə. İçəridə if var. B-ni, B 14-dür. 14-ü A-ya, yəni 7-yə böləndə bu dəfə tam hissəni istəyir. Qalıq hissəni istəsəydi bayaq kim 0 olardı. Tam istəyir, bəli, 14-ü 7-yə böləndə 2 tam düşür. Və tam bölmədi deyə də onu 2,0 götürmürük. 2 götürürük. Və müəllimə 2,0 ilə 2 deməkdir. Yəni bunlar bir-birinə bərabərdir. Bu şərtə hə dedik. 2 tam düşdü. İfə hə deyəndə ES-yə baxılmır. İfə hə deyilsə daxilə keçir və C-ni çap edir. Print dırnaqları atır, C hərfini çap edir. Ola bilər ki, burada bayaqki misal kimi C yox, A yazılır. A deyəndə gedib 7-ni çap etmir. Yəni
burada dırnaqda varsa, dırnaq işarəti varsa, bu qiyməti çap etmir. Sadəcə dırnaqları atır, içəridə nə varsa onu çap edir, cavab olur C hərfi, yəni B variantı. Variantı da o şəkildə diqqətli seçin. Daha sonra alt-alta if olarsa bütün iflərin şərtini yoxlamalısınız. Şərtlər yoxlanılmalıdır. Table 1-də aşağıdakı fikirlərdən neçəsi doğrudur qeyd eləyir. Deməli, cədvəl olaraq table cədvəldir, sonda da bağlanıb. Cədvəldə 3 sətr 6 xana var. Sətrin sayını göstərən TR-dir. Sayırıq 1, yəni TR başladı, slashlə bağlandı. Bu 1, başladı, bağlandı. Bu ikinci sətr, bu da üçüncü sətr. Bəli, 3 sətr var. Bu tərəf doğru. Və deyir 6 xana var. Xana sayını tapmaq üçün sətri sütuna vurmalıyıq. Bunu Excel-dən bilirik. Sütun sayını tapaq. TH varsa TH-ları yoxdursa TD-yə baxırıq. Bu açıldı, bağlandı 1, bu da açıldı, bağlandı 2. Deməli 2 dənə sütun var. Və müəllimə götürüb hamısını saymayın. Yəni, bunun hamısını saysaz, onda bu sətirləri saymaq lazım deyil. Sadəcə bir sətirdə olan xana sayını sayırıq ki, 2 dənədir. 3 sətir varsa, 3-ü də vuranda 2-yə alınır 6. Bir doğrudur. A variantı doğrudur. Neçəsi doğrudur deyil. İkinci sətrin birinci sütununda, bu birinci sətir, bu ikinci, bu da üçüncü. İkinci sətrin birinci sütununda, yəni birinci yerdə. Deyil, mətn qalın yazılıb. IC sözü sadəcə TD teklərinin arasında yazılıb. Xananın içərisində yazılıb. Qalın yazılması üçün ya B olmalıydı, ya da ki strong olmalıydı. Bunlar yoxdursa necə qalın yazsın? Deməli, bu yanlışdır. Başlıq sətrində həm B, həm də I elementləri işlədilib. Başlıq sətrində həm I, həm B işlənib. Başlıq sətirdə yox, yəqin ki, bu birinci sətir, ya da başlıq zolaq desəydi, title götürərdi, elə bir tek yoxdur. Başlıq sətir, yəqin ki, bu birinci sətir demək istəyir. Orada həm B teki var, bəli, həm də I teki var, düzdür. Sonra üçüncü sətrin ikinci sütunundakı mətn başlıq sətr yazılıb, ona görə birinci sətri götürürük. Üçüncü sətrin ikinci sütununda, üçüncü sətrin ikinci sütunu, bu birinci sütun, bu da ikinci sütununda. İkinci sütundakı mətn kursiv yazılıb. Kursiv yazan I və M tekləri idi. Bəli, kursiv yazılıb. I teklərinin arasındadır, düzdür. Daha sonra bütün TD elementlərinin içərisində HTML formatlama tekləri var. Bütün TD elementlərin içərisində HTML formatlama teki var. Yox, HTML deyə bir formatlama teki ümumiyyətlə yoxdur. HTML teki var, amma o başlanğıcı və sonu göstərir. TD teklərin içərisində elə bir yox, bitirək. HTML formatlama teki. Format deyəndə qalın yazmaq, italik yazmaq, rəng vermək, bunlar nəzərdə tutulur. Və deyir, bütün TD elementlərinin içərisində. Bu TD-də bəli, qalın yazma var. Bu TD-də italik yazma var, düzdür. Amma burada heç bir formatdan istifadə olunmuyor. Yəni, Aysel Vəliyeva birləşməsi adı soyadı sadəcə xananın içərisində yazılır. Amma burada Leyla Məmmədova birləşməsi B və I teklərinin arasındadır. Bəli, bu qalın yazılacaq, bu da italik. Amma burada elə bir format yoxdur, ona görə yanlışdır. Cədvəldə Məmmədova sözü qalın yazılmışdı. Bu da yanlışdır. Məmmədova birləşməsi I teklərinin arasında yazılıb. I teki də varsa, demək italik yazılacaq. Qalın yox. Ona görə bu da səhvdir. Olur A, C, D variantları. Yəni, neçəsi doğru idi? 3 variant doğrudur. Cavab olur A variantı. Soyadda A-nı unutmur. Daha sonra müəllimlər 20-də deməli alqoritmə aid düşən sual tipləri yerinə yetirilmə nəticəsində. Nəticə deyirsə sonu nəzərdə tutulur. Və yerinə yetirilmə nəticəsində Y dəyişəni 10 qiymət alıb. Yəni Y-in sonda qiyməti 10 olub. Burada Y-in X-dən Y-i toplayanda nəticə 10 alınır. Bu da başlanğıcdan. Bunu bəzən müəllimlər geri qayıtma üsulu ilə də yazır. O da doğrudur. Amma həmişə zayıflayım ki, əvvəldən sona gəlməkdir. Y-in qiyməti verilib, X-dən 1 çıxır. X-i bilmir yaxı 1 çıxsın. Tapa bilməsəz variantdan da yoxlaya bilərsiniz. Amma vaxt itirməyək. X bərabərdir
Y-in üzərinə 2 Y budur, yəni x minus 1 üstəgəl 2-dir. Və bunu sadələşdirsək, 2 ilə 1-i çıxanda alınır 1. Demək, x-in qiyməti bu, y-in qiyməti də budur. Y bərabərdir. X-in üzərinə x-in qiyməti budur. X plus 1-dir. Bunun üzərinə y-i, yəni x minus 1-ə əlavə edək. O da bərabərdir 10-a. Yəni nəticədə 10 alınıbsa, yəni sonu nəzərdə tutur nəticə deyəndə. Birlər islah olur. X-dən x 2x bərabər 10. X də bərabərdir 5. X-in qiyməti 5-dir və sonda baxırıq elə x-i istəyir. Əgər y istəsəydi, gətirib x-in yerinə 5 minus 1 yazıb 4 deyərdik. Y-in başlanğıc qiyməti 4 olur. X istədiyi üçün elə cavab 5 olur. B variantı. Daha sonra 21-də A bərabər siyahı verilib. B-də deməli A-da B bərabər A-da burada 1-dən sonra nömrələmə 0-dan başlayır. Yəni bu nömrəni göstər. A-da birinci element 0, 1, 2 və başlanğıc hər zaman götürülür. Deməli 1, 1-də dayanan 2-dir və qoşa nöqtə, yəni sona qədər 2-dən sona qədər hamısı. 2-dən sona qədər sadəcə 3 var. A-da birinci element. A-da 1 bərabərdir 5-ə. Yəni A-da bir nömrədə dayanan nəsə onu sil 5 et demək. Və burada müəllimlər bu B-də dəyişmir. Əgər bura A bərabər B olsaydı, o zaman həm A-dan, həm də B-dən dəyişmək lazım idi. O tip suallar işləyirdik sizlə. Demişdim ki, əgər bu şərt olarsa, növbəti bərabərliyə qədər davam edir. Amma burada bu deyir A-da birinci element 5-dir. Demək ki, B-dən də dəyiş. Onda B olduğu kimi qalır. Və print sum. Sum da cəmləmədir. Burada B-nin qiymətləri 2 ilə 3 cəmlənilir. 2-nin üzərinə 3 əlavə edir. Alınır 5. 2 variantda 5 var. A və D. Bu 5 yox, 1 düşməliymiş. Səhv yox. Nəticə olur 5, yəni D variantı. Sualların bəzilərində səhvliklər var. Onlara fikir vermirik. Çünki imtahanda səhvlik olmur. Olarsa da bizim xeyrimizə hesablanar. İndi burada mən tələsi işləmişəm. Yorğun vaxtım olub. Səhv ola bilər. Hər kəs səhv eləyə bilər. Uyğunluğu müəyyən edin. Yəni müəllim də səhv edə bilər. Mütləq istinad hər ikisində dollar işarəsi olmalıdır. Nisbi də heç birində dollar olmur və qarşılıqda birində olur, birində olmur. Mütləq istinadla nisbi istinadın fərqi də o idi ki, mütləq istinadda bir xanada yazılan düsturu başqa bir xanaya köçürəndə dəyişmir, amma nisbidə dəyişir. Qarşılıqda isə hansında dollar varsa o dəyişmir, dollar olmayan dəyişə bilər. Mütləq istinad hər ikisində dollar olandır. Birəcə. Və çaşıb Y yazanlar da yəqin ki var. Sonda dollar işarəsi yazılmır. Son hissəyə dollar düşə bilməz. Bu şəkildə yazıla bilər. Sətr sütundan əvvəldə gələ bilər. Sətirdən sonra dollar yazılışı səhvdir. Bu ümumiyyətlə yanlışdır. Yəni heç birinə aid deyil demirəm. Yazılış səhvdir tamamilə. Nisbi istinad. Nisbi istinad dedim heç birində dollar olmasın. Nə sətr sütunda var, nə sətirdə var. Bu nisbi istinad. Qarşı istinad isə ya sətrin qarşısında dollar işarəsi var, ya da ki sütunun qarşısında dollar işarəsi var. Olur B və D variantı. Olur C, A, B, D. Daha sonra və düsturda da bərabərliklə başlamasında diqqət edirik. Əgər o tipdə hansısa düstur doğrudur, yanlışdır desə, bərabərliklə başlamalıdır. Blok sxemə əsasən A və C-nin qiymətlərini müəyyən edin. Yox, şərti yox. Burada blok sxemdə S istəyir. Ona görə S-ə baxmalıyıq. AC-nin qiyməti heç məsələdə C yoxdur. S bərabərdir 0, S deməlidir bu sayıcı. S bərabər 0, A bərabər 1, B isə 3-dür. A-nın üzərinə 1 əlavə et 1-dir. 1-in üzərinə 1 əlavə edəndə 2, B-nin üzərinə 1, 3 olur. 3 idi, daha doğrusu 4 olur. Köhnələri silirik. Burada soruşur S kiçikdir ondan, S 0-dır. 0 ondan kiçikdirmi? Bəli. S bərabərdir A-nın üzərinə B. 2 ilə 4-ü toplayır 6 və təkrar bunu ox dövrə qaytarır. Yenə deyir A ilə
A'nı bir artır, B'ni de bir artır. Yeni qiymətlər A'nın qiyməti artıq dəyişdi. 3 oldu. B də oldu 5. S kiçikdir ondan. S 6'dır. 6 ondan kiçikdirmi? Bəli. S bərabər A'nın üzərinə B əlavə et. Deməli, A'nın qiyməti 2'dir. B'nin qiyməti bu 4 idi. Yox, düz yazdım. Hə, A-nın qiyməti 3'dür, B də 5'dir. Toplayanda oldu 8. Təkrar bir də dövrə qayıdır. Yenə A ilə B-ni bir vahid artır. 3 idi, olur 4. B də bir vahid artır, olur 6. Və S də 10-dan kiçikdirmi? Bəli. S-in qiyməti artır. A ilə B-ni cəmləyirik. 4, 6, 10 olur. Və dövrə qaydanda A yenə 1 artır, B yenə 1 artır, 5, 7 alınır və S 10-dan kiçikdirmi? Yəni A 5 oldu, B də 7. S 10-dan kiçikdirmi? Yox deyirik. 10, 10-dan kiçikdirmi? Yox və yox qoluna keçir, yox tərəfə keçir. S-i çap et, yəni 10 qiyməti çap olunur. Burada yuxarı şərti səhv düşüb, onu dərsdən izahdan sonra düzəldəcəm. Sadəcə S istəməlidir. Əgər A və C-ni istəyirsə, burada AC olmalıdır ki, dəyişiklik olsun. Sadəcə bu yuxarı şərtlə bir diqqətsizlik olub. 24'te 512 simvollu əlifbada kodlaşdırılmış mətnin həcmi 900 baytdır. Bu mətn Unicode standartı ilə kodlaşdırılarsa həcm nə qədər olur? 512 simvollu əlifba E-nin qiyməti idi. 512'dir və E-nin qiyməti 9 bitə bərabərdir. Deməli 9 bitdən hesablayanda həcm 900 bayt olub. Tənasüblə həll edə bilərik. Bu mətn Unicode standartı ilə kodlaşdırılarsa, yəni Unicode-da da bir simvol 16 bitdir. Çalışın ölçü vaidləri eyni olsun. Həcmi nə qədər olar? Həcmi də yazaq H. Burada H-ı tapanda 900 baytı vururuq 16 bitə və bölürük 9 bitə. Burada bitlər gedir, bu heç, yəni cavab baytla alınacaq. 9'u 9'a, 9 ilə 9 ixtisar gedir, 100, 100'ü də 16'ya vuranda 1600 ölçü vahiddə baytla olur. 1600 bayt B variantı. Ya da ki, müəllimlər, birinci cümlədə i-nin qiyməti var, həcmin qiyməti var, simvolu taparsınız. 9 baytı bölərsə 9 bitər. Yəni 9 vurulsun 8 bitə keçirək, ölçü vaidləri eyni olsun və 9'a bölərik alınar 800 simvol. 800 simvol deyil, bu mətn, yəni 8 simvol dəyişməyib. Bu mətn indi Unicode-dan, yəni 16 bitdən ya da 2 baytdan hesablasaq nə qədər olar? 1600 bayt. Yəni, elə də alınır, belə də hansı yol rahatdırsa ondan hesablaya bilərsiniz. Önemli olan cavabı düz tapmaqdır. Proqramın nəticəsini müəyyən edin. Demək, S-in qiyməti siyahı tipidir. C bərabərdir 0-a. For i in S və for i in S-də i S yazısından bir qiymətlər alır. Range yoxdur. I bərabər olur 4-ə. 4'ü 2'ye bölündə bərabərdir 0-a. Bəli, tam bölünür. Və ifə hə deyəndə elif S-yə baxmırıq. I qiyməti, yəni 4'ü 2'ye bölündə 0'dır, doğrudur. C bərabərdir. C-nin üzərinə i əlavə et. C 0'dır, i də 4'dür. Toplayanda oldu 4. Elif S-yə baxmırıq və bu hissədə bunlarla eyni sırada sərbəst olsaydı ona da baxardıq. Təkrar dövrə qayıdır buradan. Daha doğrusu ifə hərdidir, ifdən qayıdır. Bu dəfə for i-iniz S-də ikinci qiymət alır. Yəni i-nin qiyməti olur 7. 7'ni 2'ye bölündə 0'dır, yox deyirik. Keçir yox deyəndə elifə baxırıq. 7 kiçikdir 5'dən. Buna da yox deyir. Çünki i 7'dir. Yox deyəndə S-yə baxır. C bərabərdir. C'nin üzərinə, C'nin qiyməti 4'dür. 4'ün üzərinə i-ni 2'yə böl. 7'ni 2'ye böləndə tam hissə 3 dəfədir. 3'ü gəlir, C-nin qiyməti oldu 7 və dövrə qayıdır. Bu dəfə 10'u alır, i-nin qiyməti 10 olanda 10'u 2'ye böləndə 0'dır, düzdür. Yəni qalıq 0'a bərabərdir. C-nin üzərinə i əlavə et. C ən son 7'dir. Yeni qiymətləri yazmalıyıq. Səliqəli yazın ki, orada imtahanda çaşdırmasın sizi. i-nin qiyməti, i də yeni qiymət 10 alıb. Yəni 17 oldu. İfə hə dedik, elif S-yə baxmırıq
Sonra for yeni istəsən 3 qiymətini alır. Yəni müəllimlər cüt olarsa ifə baxır. 5-dən kiçik olarsa elifə baxır. Bunun heç bir ödəməsi elsiyə keçir. İndi i-nin qiyməti 3-dür. Cütdürmü? Yox. Keçir elifə. 3 5-dən kiçikdirmi? Bəli. C bərabər C-dən çıx. C də 17-dir. 17-dən çıxaq i-ni. I-nin qiyməti 3 oldu. Alınır 14. Və sonuncu 8 qiyməti ilə bir də dövrə düşür. 8 cüt ədəddirmi? Bəli. C-nin üzərinə i, yəni 14-ün üzərinə 8 əlavə edir. Alınır 22. Və dövrdən çıxır da birinci C-ni 22-ni çap etmiş olur. Daha qısa yolla da, yəni qiymət artıq ola bilər. Baxırıq ki, əgər i-nin qiyməti cütdürsə, C-nin üzərinə həmin cütləri gəlir, yəni cütləri toplayır. 4, 10 və 8-i topladım. Yox, əgər qiyməti mənfidirsə, mənfidirsə 5 çıxır. Daha doğrusu i çıxır. Yəni i-nin qiyməti 5-dən kiçikdirsə, mənfi yox, 5-dən kiçikdirsə i-ni çıxır. Yəni çıxır 5-dən kiçik nə var? 3 var. 4 deməyin, çünki ifə hədidir axı, elifə baxa bilməz. İfə yox desin. Yox deyəndə, yəni cüt olmasın və 5-dən kiçik olsun. O da 3-dür. Bir həmin i-ni çıx, yəni 3-ü çıxırıq. Və nə cüt lazımdır, nə də ki 5-dən kiçiklər. Onda elsiyə keçir. Və bu cütdür, bu cütdür, bu da cütdür. Bu 5-dən kiçikdir, bir dənə 7 qiymət. 7 qiymətində də keçəcək elsiyə. Buna da yox deyir, buna da elsiyə keçir. C-nin üzərinə 7 bölü 2, yəni 3 əlavə edir. Nəticədə bu 3-lər islah olur. Bunları da cəmləndə yenə də 22 alınır. Yəni daha sadə bu şəkildə tapa bilərik. Ola bilər qiymətlər çox olar. Vaxt qazanmaqdan ötürü proqramın hansı iş gördüyünü, necə sadə hesabladığını proqram təhlil edib tapa bilərik. Daha sonra 26-cı sualda siqnal sözü Sezar üsulu ilə şifrələnərək sözü ilə əvəz olunub. Hər il imtahanda Sezar üsulundan bir dənə sual düşür və sadə sual olur. Müxtəlif tiplərdə olur. Burada K-nı istəyir, yəni sürüşmə misalını. Baxırıq S-dən U-ya keçib. S-dən 1, 2. 2 addım keçərsə U-dur. Simvolun özü sayılmır. Götürüb S-i 1 deyə saymayın. S-dən sonra sayırsınız 1 addım. Bura keçdi 1 addım. Burada keçdi 2 addım. Deməli, K, yəni Sezar açarı kodu 2-yə bərabərdir. Əgər geri qayıdarsa, onda mənfi 2 deyə atarıq. Geri qaydanda mənfi üsulu ilə hesablayırıq. Bir dənə simvol yoxlasaq bəs edir, digərlərdə ona uyğun dəyişir. Əlifbanın gücü, hər simvolun informasiya, yəni həcmi qeyd olunub. Əlifbanın gücü və hər simvolun informasiya miqdarı. Əlifbanın gücü 56-dır, yəni m bərabər 56. Hər simvol, yəni bir simvolu tapmaq üçün i-ni bilməliyik. Düstur 2 idi. 56 2-nin qüvvətinə gəlmir. O zaman 2-nin qüvvətləri arasına salırıq. 2 5-dən, yəni 32-dən böyük, 64-dən kiçikdir. Kiçik heç vaxt götürülmür, həmişə böyüyü götürülür. Yəni 1-ə olur C variantı 6 bit. 120 yenə 2-nin qüvvətinə gətirmək mümkün deyil. 2-nin qüvvətləri arasına salır. 206 64-dən böyük, 128-dən kiçikdir. O zaman olur 7 bit. Yəni 2-yə B variantı. 25 də 2-nin qüvvətinə gələrsə, elə məsələn 32 olarsa elə 2 5, 5 deyərik. Amma 2-nin qüvvətinə gəlmirsə, bu gəlmir. Onda 2-nin qüvvətləri arasına salırıq. 2 5 hər zaman da böyüyü götürülür. Olur 5 bit C variantı. 28-ci sualda hansı şəbəkə tipində bütün komitələr eyni hüquqlu olur? Şəbəkəyə aid sualdır. Şəbəkədə komitələr rollarına görə 2 yerə bölünürdü. Bir, eyni hüquqlu olanlar, buna eyni səviyyəli taytuşlar deyirik, peer-to-peer yazılır ya da P2P yazıla bilər. Eyni hüquqlu, eyni səviyyəli də deyə bilər. Bir də ikinci bir növü də var idi. Müştəri server, klient server, müştəri qulluqçu belə bir ad da verirlər. Eyni hüquqludursa deməli taytuşlardır.
Maraqlı adı var. Yox, əgər eyni hüquqlu deyilsə, hər biri mərkəzi serverdən asılıdırsa, ona müştəri server, müştəriyə klient server deyə adlar verilir. Olur burada D variantı. Bunlar isə topologiyanın növləridir. Şin, halqa, ulduz. Şin topologiyasının müsbət yönləri vardır ki, counteri qoşmaq rahatdır. Hansısa counter sıradan çıxırsa problem olmaz. Ən əsası o mərkəzdən keçən kabel sınarsa sistemin işi dayanır. Halqada dairəvi formada düzülmüşdür counterlər. Ulduzda isə mənfi cəhəti mərkəzi abunəçisinin olmasıdır. Ən mənfi cəhəti odur. Yəni mərkəzdə bir qurğu var və digərləri də komitələrdə o qurğudan asılıdır. Bu mərkəzdəki sınarsa sistem dayanır. Bunlardan lokal şəbəkədə istifadə olunan topologiyalara aid idi. 29-da aşağıdakı proqram pəncərəsinin icrasının sonunda çıxışda nə çap alınacaq və qiyməti də verib A5, B9, Z daxil edilərsə deyir. Yine bu tipte miqdar sertifikasiya sınavında sual vardı. Uzun bir adet yazmışdı. Ve sade formasını yazmışam. A5, B9 Z daxil edilərsə. S-lə eyni sıra, def-lə eyni sırada input daxil etmə daxil gətirib bura daxil edirik. A5, B9, Z. Böyük kiçik simvollara da diqqət edirsiniz. Böyük yazılıbsa böyük yazılır, kiçik yazılıbsa kiçik. Y boş bir sətr tipidir. Fourier range len S. Len S, yəni bunu say. 5 dənə simvol var, bu olur 5. I qiymət alır 0-dan 4-ə qədər. Sadəcə 5 yazılıbsa 0-dan 4-ə qədər qiymətlər alır. I-nin 0 qiyməti ilə daxil olur. Deyir A-da, S-də 0-cı element idi axı. S-də i-ninci element bunun içindədirmi? İn. Yəni, bunun içində nə deməkdir? Bu rəqəmdir axı. Yəni, demək istəyir, S-də 0-cı element rəqəmdirmi? Həm S-də 0-cı elementi tapırıq. Dəqiqə. S-də 0, 1, 2, 3, 4. Və deyirik, S-də 0-cı element A hərfidir. Deyir, A hərfi bunun içindədir. Xeyr. İçində deyilsə S-yə keçirik. Y bərabər. Burada yazılan lentə sadəcə bir dəyişəndir. Hansısa bir işi görmür. Demək, Y-in üzərinə, Y-də boş bir sətr tipidir. Boş bir sətr tipinin üzərinə lentə L, S-i-ni əlavə et. S-i nədir? S0. S-i axı A hərfi idi. Burada göstərdik ki, edə 0-cı element A hərfidir. Yəni, demək istəyir ki, L A-nı. Bəs L A-nı içədir. Qarşıda L olan budur. Yazırıq L, Z. Yəni A. Burada Z dəyişəninin yerində A hərfi dayanır. Dırnaqda yazılmışdı bu. Return də deyir Z-i, yəni bu A hərfini lower, kiçiklə yaz. Return da onu qaytar. Yəni return kiçik A hərfini qaytarır bura. Gətirib bura yazırıq A. Demək, burada müəllimə proqramdan nə çıxartdıq? Əgər mətndirsə, yəni hərfdirsə, onu kiçik hərfə çevirir. Lower kiçik hərfə çevirərək geri qaytarır. Bəs əgər hərf olmazsa, o zaman nə edər? Yəni ədəd olarsa onu çevirər int tipinə. Baxın, ikinci dəfə i-nin bir qiyməti ilə bu təkəbbüdə dövrə gəlir. I-nin bir qiymətini alır. Soruşur S-də birinci element. S-də birinci element 5-dir. Yəni dırnaqda 5. Soruşur, o burada var. Bunun içindədir. Bəli, var. İfə hə dedik. Onda deyir S-i-ni, yəni 5-i, S1-i int elə tam tipə çevir 5. Sonra 5-in kvadratını tap 25. Təzədən onu sətrə çevir, Y-lə topla. Yəni Y bayaq A-ydı, sətr tipiydi. Biz sətrdə bir dənə 25 yazırıq. Sətri təzədən çevirməsə, sətr dənədədir toplayar və bu da xəta baş verir. Demək ki, proqram neynədir? Əgər ədəd mətndirsə, hərfdirsə, onu kiçik hərf yazır. Yox, əgər ədəddirsə, onu kvadrata çevirir. Bunun birinci dövrdə müəyyən etdik. Böyük adı yazırıq kiçiyə. Böyük ədəd deyil, hərf deyil, ədəddir 5. 5-in kvadratını yazır 25. Kiçik B-dir, kiçik B-yə dəymir, el olduğu kimi saxlayır.
Yəni bura dövrə gələndə elə deyir kiçik, onsuz da kiçik idi, olduğu kimi qalır. 9-dur. Ədədi kvadrata yüksəltməli idi. 81 və böyük z-dir. Böyük z-i də loverə görə kiçik yazmalı idi. Olur cavab A variantı. Yəni göründüyü qədər çətin deyil, sadəcə diqqətli olmalıyıq. Daha sonra 30-cu sualda aşağıdakı ifadəni sadələşdirin. Burada bunu konjunksiya, disjunksiya, inkardır. Biz bunu toplama vurma ilə yaza bilərik. Bu vurmadır. A vurulsun B. Daha sonra disjunksiya üstəgəl inkar, A-nın inkarı və bu inkar A-nın qarşısına sadəcə A-ya aiddir. Əgər belə mötərizə yazılsaydı, onda bütöv mötərizənin inkarı olardı. Və A-nın inkarı vurulsun B. Mötərizəni aça bilərik də, onsuz vurmaları eləyib sonra toplayacağıq. Olur A vur B, üstə gəl A-nın inkarı vurulsun B. Və burada müəllimlər biz deməli ortaq vurğun mötərizə xaricdən çıxarma qaydasından istifadə edə bilərik. B vurulsun A üstə gəl A-nın inkarı. Və burada ədədin özünü onun inkarına vuranda, burada toplayanda, özü ilə inkar toplayanda 1 alınır. B vurulsun 1. B vurulsun 1. 1-i nəyə vursaq elə həmin ədədin özünə bərabərdir. Ona görə olur B. Yəni sondakı nəticə B alınacaq. Cavab D variantı. 31-də. Z dəyişəninin son qiyməti nə olacaq? X5, Y2-dir. Burada X, yəni 5 böyükdürmü? Y plus 3. Y2-dir. 2 ilə də 3, 5 alınır. 5, 5-dən böyükdür. Yox deyil, elifə keçir. X, yəni 5 kiçikdir Y-dən 2-dən. 5 2-dən kiçikdir, yox deyil, elsiyə keçir. X-in üzərinə Y gəl. 5-dən 2-ni toplayır, 7 və sərbəstdə də unutmuruq. Z-in son qiyməti istənilir. Z-in üstə də 1 gəl. Sərbəstin üzərinə də 1 gəlir, alınır 8. Cavab olur 8C variantı. 32-də ötürülmə sürəti 9 dəqiqə. Dəqiqədirsə bunu saniyəyə çeviririk. Saniyə, yəni zaman bərabərdir. 9 vurulsun 60 saniyə. Olan kanalla bu qədər informasiya ötürülür. Kanalın ötürücülük qabiliyyəti, yəni sürətin ölçü vahididir. Sürət istəyir. Sürəti tapanda həcmi bölürük zamanı. Həcmin qiyməti 1920 kilobitdir. 1620 kilobit böl saniyədir. Elə cavabda da kilobitlə istəyir. Ona görə ölçü vahidinə olduğu kimi qalır. Və bölünsün zamanı. Burada müəllimlər dediyim kimi dəqiqədirsə, baxın bu saniyə ilə istəyir. Deməli bu da saniyədə olmalıdır. 9 vurulsun 60. Bu sıfırlar ixtisar olur. 9 dəfə 6 54. 162 ilə də 54-ü ixtisar aparanda alınır 3. Əgər siz 9-a bölsəz, onda tam fərqli cavab alarsınız. Yəni, nəticəni diqqət edək. Sonra 33-cü sualda A bərabər 7, B bərabər 8-dir. Olduqda aşağıdakı alqoritm icrasından sonra Y-in qiyməti neçəyə bərabərdir? Bu qiymətlər verilib 7 və 8. A-nın qiyməti burada əvvəlcə şərtlərdə yerinə yazmaq lazımdır. Bu daxlanan alqoritmdir. Şərtdə yerinə yazırıq. Hansı şərt ödəsə onun qarşısındakını hesablayırıq. 7 böyükdür 8-dən yox deyirik. Onda qarşısındakı hesablanmır. Çünki yox deyirik. 7 kiçikdir 8-dən, bəli. O zaman bunu hesablayır A plus 1. 7 ilə 8-i toplayır, olur 15. Və birinə həddirsə da digərinə baxılmır, bu bərabər ola bilməz. Yəni kiçikdir, bərabər ola bilməz. A vurulsun B, yəni 15 çap olunur. Olur D variantı. Daha sonra 34-də aşağıda verilmiş Y diskinin dolu sahəsini, boş sahəsini və ümumi həcmini müəyyən edin. Dolu sahə deyəndə burada ümumi 78 gigabayta bərabərdir. Deməli, ümumi 78 gigabaytdır. Boş sahəni deyəndə normalda deyirik ümumidən dolunu çıxaq, amma burada mənə bu dolunu göstərmir. Free yazılıb yanına boş deməkdir. Azad, boş kimi mənalar var. Bu elə boş sahədir.
Yəni həmişə görmüşük dolu hissə görsənir, kənarda qalan bu boş hissə olur. Amma bu boş hissənin qiyməti 28.5-dir. Onu verib, dolunu tapanda ümumidən boş sahəni çıxıb dolu hissəni tapırıq. O da 49.5 verir. Yəni diqqətli olursunuz, burada bu boş deməkdir. Yəni 28.5 bu boş sahənin hissəsidir. Dolu verilməyib, ümumidən dolunu çıxıb boş hissəni tapa bilərik. 35'te fail adının şablonu aşağıdakilerden hansıdır? Şablonlar iki yerə bölünür. Şablon faylların axtarışını və sair sürətli şəkildə tapmağa imkan verir. Burada iki cür şablon var. Ulduz və sual şablonlardır. Şablonlar iki yerə bölünür ümumiyyətlə. Və mən demişdim, ulduz olanlara heç vaxt baxmayın. Çünki o həmişə doğrudur. Ona baxıb vaxt itirməyin. Məsələn, bu doğrudur, bu da doğrudur. Sadəcə orada fikir verin ki, ola bilər, məsələn, bu P olar, burada D yazılar, o simvola fikir verin. Yəni ulduzlara diqqət etmirik deyəndə onu nəzərdə tutmuruq. Suala diqqət edirik. Sual işarəsinin yerində hökmən və yalnız bir dənə simvol olmalıdır. Bir simvol olmalıdır və o bir simvol mütləq olmalıdır. Ulduzda isə heç olmaya da bilər, bir dənə də ola bilər, 10 dənə də ola bilər, fərqi yoxdur. İstənilən sayda ola bilər. Burada ulduza baxmırıq. F-dən sonra nöqtə ilə F-lə nöqtənin arasında bir dənə sual işarəsi gəlir. Deməli, F-lə nöqtənin arasında bir dənə simvol olmalıdır. Bəli, bir dənə o hərf var, düzdür. D ilə C-nin arasında bir simvol olsun, yalnız bir simvol. Bəli, D ilə C-nin arasında bir dənə simvol var, bu düzdür. Bizə deyir, uyğun ola bilməz. Yəni, hansı səhvdir? Burada da F-dən nöqtəyə bir dənə o hərf var idi. Burada demişdik, doğrudur. Görürseniz ulduza diqqət eləmirim. Amma burada M-lə F-in arasında deyib bir dənə ulduz. M-lə F-in arasında həm altdan xətt, həm I, həm də N var. Bu arada bir sual işarəsi yox, 3 dənə sual işarəsi olmalıydı ki, doğru olsun. Ya da ki, ulduz qoyulmalıydı. Olur cavab yanlış olur, Y variantı. Buna diqqət edirik. Sualın yerində yalnız bir simvol, ulduzda isə istənilən sayda, hətta heç olmaya da bilər. 8-ci say sistemində verilmiş bu vurma əməlinin nəticəsi neçədir? Say sistemindən sınaqda sadəcə 16-dan 8-yə ya da 10-luğa çevirməni istəyirdi. Burada isə vurmadır. Çətinlik çəkirsinizsə əgər 8-likdə vurmağa 10-luğa çevirib sonra 8-liyə qaytara bilərsiniz. Amma bunu 8-likdə vursaq 13, 8-likdə. 3 dəfə 4, 12. Məsələn, 9 eləsəydi götürüb 9-u yaza bilməzdi axı. Necə ki 12 eləyib 12-ni yaza bilmərəm. 12-nin içərisində neçə 8 var deyə sual veririk. Bir dənə 8 var, çıxanda 4 qalır. Həmin o qalan qalığı yazırıq. Bu bir yaddır. 3 dəfə 1, 3, bir də yadda 4. 4-ün içində 8 yoxdur, elə özünü yazın. Bir dəfə 4, 4, bir dəfə də 1, 1. Yəni bunlarda 1 ilə 4-də 8 yoxdur deyə birbaşa özü yazılır. Və toplayanda da diqqət edirik. 4, 4-ün üstə 4 gəndə 8. Axı 8 yaza bilmərəm. 8-lik say sistemində 8 yoxdur. 8-in içində bir dənə 8 var. Çıxırıq 0. 0 yazırıq 1 yadda. Bu 1, bir də yadda 2. 2-nin içində 8 yoxdur deyə elə özünü yazırıq. Cavab olur B variantı. Daha sonra 37-də ABCD mətni verilmişdi. A məntəqəsi A məntəqəsindədir. Artıq cümləni səhv oxuyuram. A mətnini kəsib, D mətnin əvvəlinə 2 dəfə yapışdırsaq. Deməli, verilən söz A, B, C, D mətnidir. Bir A mətnini kəs. A-nı kəsəndə bu buradan götürülür və müəllimlə həm də o qət mübadilə bu fe'l əmridir axı. Onu yadında saxlayır. Aramda saxlayır o məlumatı. Sonra deyir, D mətninin əvvəlinə 2 dəfə past elə. D-nin əvvəlinə 2 dəfə kursor qoyulub past olunursa, deməli, bayaq kəsdiyini 2 dəfə bura yapışdır. Yəni, C ilə D-nin arasına 2 dənə A hərfi düşəcək. 2 dəfə past etdiyi üçün. Sonra B mətnini kopyala. B-ni kopyalayır, sadəcə B hərfini. D mətnindən sonra, D-dən sonra bir dəfə past et.
Kopyalayanda da, kəsəndə də onu mübadilə buferində saxlayır və yapışdıranda D-dən sonra bir dəfə past eləyibsə, bir dəfə düşəcək. 2 dəfə olsa 2 dəfə və s. Hansı mətn hansı hala düşəcək? Olur B, C, A, D, A. B, C, A, D, A yox. Sonra B mətnini kopyalayıb B-ni yapışdırır. B mətnini kopyalayıb B-ni yapışdıracaq. Cavab oldu A variantı. Kopyalamanın qısa düyməsi Ctrl+C-dir, kəsməyin qısa düyməsi Ctrl+X, yapışdırmaq isə Ctrl+V-dir. Ola bilər ki, burada bu sözləri verməz. Deyər A mətni seçildi də Ctrl+X düyməsi sıxıldı. O zaman bilməlisin ki, kəsmə işini yerinə yetir. Ctrl+C-yi kopyalayır, Ctrl+V isə yapışdırır. Ctrl+C ilə Ctrl+X-in də fərqi odur ki, kəsəndə, yəni X-də mətn həmin yerində qalmır, götürülür. Amma Ctrl+C-də orada qalır. Yəni Ctrl+X yer dəyişmədir, Ctrl+C köçürmədir. Aksit cədvəli üzrə not ümumi mötərizənin qarşısında gəlib, onda mötərizəni tapandan sonra not tətbiq edirik. Və müəllimlər birbaşa yazmaq istəsəz, not deyir ki, yaşı 20-dən böyük deyil. Yəni yaşı 20-dən kiçik bərabərdir. Bərabərliyi də unutmayın. And varsa not həmin əndə təsir edir. Olur or və cinsi kişi olan, yəni not deyil, cinsi kişi yox, cinsi qadın olsun. Qadın. Bu şəkildə yazılır. Aradakı or dəyişir. Əgər ola bilər ki, belə bir cədvəl verməz, deyir bu hansı ilə eynilik təşkil edir. Belə bir variant seçərik. Mötərizənin əvvəlində not qalır. Yaşı 20-dən böyük olan və cinsi kişi olan. Yaşı 20-dən böyük deyil. Ənddə hər tərəf ödəməlidir. Yaşı 20-dən böyükdür və cinsi də kişidir, düzdür. Bu olur ikinci. 2. Yaşı 20-dən böyükdürmü? Yox. 20-dən böyük və kişi olsun deyir. Bu qadındır, sayılmır. Yaşı 20-dən böyük qadındır, götürmürük. Yaşı 20-dən böyük və kişi cinsi. Bu da 20-dən böyük və kişi cinsi. Deməli 6, 7. 2, 6, 7. Qarşıda da not yazılıb. Deyir ki, 2, 6, 7 deyil. Yəni 2-ni, 6-nı, 7-ni çıx. Yerdə nə qaldısa onu götür. 1, 3, 4, 5. O D variantı. Not onu demək istəyir. Mötərizənin əvvəlində deyə mötərizəni hesabladıqdan sonra notu tətbiq edirik. Verilənlər bazasının aşağıdakı struktura əsasən verilənlər bazasından da müəllimə 2-3 cədvəlli suallar istifadə oluna bilər. Deməli, soruşur ki, bizdən Nərmin adlı şəxsin xərclərini müəyyən edin. Tapırıq Nərmin burada, Ramazanzadə, onun nə qədər xərcləyib tapmalıyıq. Nərminin ID ünvanı, yəni düşünün ki, iş nömrəsi ya da ki, vəsiqənin kodu 132-dir. Adi şəxsdir, biz də adi şəxsin tapırıq. Ortaq sütun başlıqlarına diqqət edirik. Və burada 132 lazımdır bizə. 132-ni seçirik. Bir də burada diqqətli olun, rəqəmlər bir-birinə oxşayır. 132 olan bu deməli Nərmin Samsung A5 alıb və birdən alıb. Sayını da unutmayın. Birdən alıb. Aldığı Samsung A5 markalı telefonun ID'si 214. Baxın, ID telefon. Burada da ID telefon yazılıb. 214 nömrəli, gəlib 214-ü tapırıq. 900 manat azin. Deməli, o bir telefon alıb və 900 manat pul xərcləyib. Daha sonra bundan bitmir. Axı ikinci bir yerdə də Nərmin başqa bir telefon da alıb. 132-dir və onun sayı 2-dir. 2 telefon alıb. Samsung S7, həmin telefonun kodu 243-dür. Gəl burada telefon kodunu 243 tapırıq, 900-dür. Və 900 yazmayaq, çünki ondan 2 dəfə almışdı. Yəni 2 dənə 900 yazırıq, 1800. Bayaqçı 900 ilə toplayanda alınır 2700. Olur Y variantı. Ortaq sütun başlıqlarına diqqət edib, məsələni hesablayırsınız. Daha sonra bu sualda yenə defə aid sual. Defə aid sınaqda da bir neçə sual var idi. Deməli, demək, defdən eyni sıradan başlayırıq. Nam bir dəyişəndir, resurs dəyişəndir. Burada bu qiymət dəyişəndir, yəni bir iş görmür. Sadəcə götürüb AB yaza bilərsin. E'nin qiyməti belə bir siyahıdır. R bərabər boş siyahıya, X in nam.
Yani x buradan bir element götürür. Bir dəfə 4 alır. X bərabərdir 4-ə. İndi baxaq proqram nə iş görür? Biz bunu sürətli şəkildə necə yaza bilərik? Birinci dəfədə x-in qiyməti oldu 4. Deyir, result, yəni bura əlavə et, gəlin bunu A deyək. A-ya əlavə et, ə, buna da C deyək. C x-i, yəni uzun qiymətlər çaşdırmasın. İmtahanda düşə bilər deyə bu şəkildə yazmışam. C, Cx, yəni C4. Bəs C4 neçədir? Baxın, həmin dəyişən burada da yazılıb. C. Yazırıq C4. N'in qiyməti 4-ə bərabərdir. İndi burada proqram deyir ki, əgər cüt ədəd olarsa, 2-yə böləndə axı qalıq 0 olan cüt ədədlərdir. Cüt ədəd olarsa onu 2-yə vur qaytar. İkimislini qaytar. Yox olmazsa, yəni cüt olmayıb tək olarsa, həmin ədədi 3-ə vur, üstə 1 gəl qaytar. Deməli 4-dür. 4 2-yə bölünür, bəli. Return 4 vur 2-ni, yəni 8-i qaytar. 8-i hara qaytarıb? Bura. C4 axtarırıq, axı 8-i qaytardı. Və deyir, aya resulta əlavə et həmin qiyməti. Deməli, bu boş siyahının içərisinə 8 əlavə etdim. Sonra təzədən dövr daxı bir də bu fora gəlir. İ'nin qiyməti, x-in qiyməti 7 alanda deyir, əvvəlcə bu C7-ni hesabla. 7 2-yə bölünən ədəddir? Yox. O zaman 7-ni 3-ə vur, üstə 1 gəl və return qaytar. 7 dəfə 3 21, üstə 1 gəndə 22. 22-ni qaytarır buna və əlavə edir həmin o bayaqki siyahıya. Yəqin ki, aydın. Cüt olarsa 2 mislini əvəz edir, tək olarsa 3-ə vurub üstə 1 gəlir. Bu cütdür, cütdürsə 2-yə vur, oldu 4. 5 təkdir, təkdirsə 3-ə vur, üstə 1 gəl. Yəni 16 və 6 cütdür, cütdürsə 2-yə vur, oldu 12. Yəni alındı A variantı. Görürüz, ilk başda çətin görsənir. Ya bu misal, orada vərəq verirlər, imtahanda istəsəz vərəq verirlər. Həmin vərəqə yazanda bunu cal yox, C yazın, bunu nam yox, en yazın. Yəni özünüz üçün belə sadələşdirə bilərsiniz. Daha tez tapaqsın ya da ki, onlara diqqət eləməyin. Yəni onlar üzərində qalmayın ki, görəsən bu nə iş görür, bu neyinir. Əsas appenddir, return'dir, bunların mənalarını bilin, bəs edir. 41-ci sualda yoğunluğu müəyyən edin. Giriş qurğuları, çıxış qurğuları qeyd olunub. Giriş qurğuları kompüterə məlumatı daxil edən qurğular idi. Skanerdir, sonra klaviaturadır, mikrofondur, web kameradır, digitizerdir, mouse'un bütün növləri daxil idi. Çıxış qurğularına aiddir printer, plotter, proyektor, səs ucaldan. Bunlara aiddir çıxış qurğuları, monitor. Yaddaş qurğularına da daxili və xarici olmaqla 2 yerə bölünür. HDD, HDD-dir, FDD-dir, optik disklərdir. Bunlar xarici yaddaşlardır, streamer lentidir, RAM-dır, ROM-dur, registerdir, cache-dir, SMOS-dur. Bunlar isə daxili yaddaşlara aid idi. 1-ə B, 2-yə AC, 3-ə də D olur. Cavab oldu D variantı. Daha sonra 42-də alqoritmin sonunda 2-nin qiymətini müəyyən edin. P bərabər 4-dür, 10-dur, 2 bərabər 4. R bərabərdir P-yə. P də 10 idi axı, deməli R 10 oldu. P bərabərdir 2-nü 3-ə vur. 2 4-dür, 4-ü 3-ə vurur, alınır 12 və P yeni qiymət alıb, köhnə silinir. 2 bərabərdir R-dən, yəni 10-dan çıx P-ni. P də yeni qiymət alıb 12. Ondan 12 çıxanda alınır -2 və 2-ni istəyirdi, elə yeni qiyməti də oldu -2. Alqoritma sadə xəttli bir alqoritmdir. 4-cü sütunun və 6-cı sətrin kəsişməsində yerləşən xana ünvanını formulada necə yazmaq lazımdır ki, nüsxəsini çıxararkən sətrin ünvanı dəyişməsin. Deməli, müəllimlər, əvvəlcə bunu tapaq. 4-cü sütun. Sütun demişdim, hərflərlə işarə olunur. A, B, C, D. 4-cü sütun D sütunudur. Ümumiyyətlə, hələ keçməmişdən biz variantı çıxaq. Bu yazılış yanlışdır. Birinci hərflər, yəni sütunlar, sonra və sətr olur. Bu da tamamilə yanlışdır. D6 olsaydı düz idi. Baxın, bu şəkildə dollarsız. D6 olsa düzdür. 2 variant yazılış ümumiyyətlə səhvdir. A'dan 4-cü sütun deyirsə, D sütununu nəzərdə tutur da. İngilis əlifbasında 4-cü hərf D-dir axı. Burada F yazıb, ona görə yanlışdır.
Və 6-cı sətr deyirsə 6 qeyd edirik. 5-dirsə 5 yazarıq. 1-dən 6-ya, yəni orada 6-cı sətr düşür. Və deyir formulanın nüsxəsini çıxararkən sətr dəyişməsin. O zaman sətri göstərən ədəddir. Sətrin qarşısına dollar işarəsi atmaq lazımdır. Sütun desəydi sütunun qarşısına dollar atardıq. Ümumiyyətlə xana dəyişməsin desə, sətr və sütun dəyişməsin desə, hər ikisi istənilirsə, onda hər ikisinə düstur dollar işarəsi atmaq lazımdır. Olur cavab B variantı. Yəni məsələdə diqqətli olun. Sətr desə rəqəmdən əvvələ, sütun desə hərfdən, sütundan əvvələ atmaq lazımdır. Burada defləri eyni sıradan başlayırıq. Əvvəlcə mötərizənin içərisini hesablayaq. Fan heç bir işi görmür, sadəcə dəyişəndir. F3-ü 2-ni hesablamaq lazımdır. Bu da buradadır. F3 2. X, Y-in qiyməti X, Y. X böyük bərabərdir Y-dən. 3 2-dən böyük bərabərdir. Bəli, bərabər olması da böyükdür. If doğrudur. Ona deyir x bərabər x-dən çıx, 3-dən çıx, 2 vur y-ə. Yəni -1. Və S-yə baxmırıq, return. Return qaytar x plus y. X-in üzərinə -1, y-in qiyməti də burada 2-dir. Və x-in üzərinə deyəndə x-in bu qiyməti yox, yeni qiyməti yazılmalıdır. Üzərinə y də dəyişməyib 2-dir, yəni -1. Müsbət 1. Return qaytaracaq 1. 3 birim. 3 2-nin qiyməti oldu 1. Götürüb bunun yerinə 1 yazırıq. Bərabərdir. F 1 4. Deməli, ikinci dəfə hesablamalıyıq. F1 4-ü təkrar aparırıq. Bir də qarşıda F-dir. Yuxarıda hesablayırıq. F1 4. Birinci X, Y-dir. Qeyd eləyək. Birinci X, sonra Y. X böyükdür Y-dən. 1 4-dən böyükdür? Yox. F yox deyəndə S-yə keçirik. Y bərabərdir. Y-in üzərinə, yəni 4-ün, necə deyirlər, mal-mala qatmayaq. Yəni, buradakı qiymətləri buradakına qatmayaq. Y burada 4-dür. 2-nin üzərinə X gəl. 2-nin üzərinə 1 gəlir, olur 6. Elə bir variantı səhv qeyd eləmişəm. Bir dəqiqə. Y-in, yox, sərbəstimiz də var. Bir dəqiqə. Y bərabər Y-in üzərinə 2 vur X, yəni 2 vur 1 oldu, 2 bərabər 6. Və return qaytar X plus Y. X-in qiyməti 1-dir. 1 üstəcə, Y-in qiyməti isə 6-dır. 6 bərabər 7 olur. Dəqiqə nəyəsə səhv hesabladım, yoxsa 3 2, 3 böyükdür 1-dən. 3 böyükdür 2-dən düzdür. 3-dən çıx, 2 vur 2-ni, yəni 4-dür. Oldu -1, -1-i -1 x -1. -1-in üzərində də y, yəni 2-nin yanında oldu 1. Müsbət 1. 1 4 yazanda 1 böyükdür 4-dən yox. Keçir bura. 4-ün üzərinə 2-ni əlavə edir 6. Y yeni qiymət 6, 6-ın üzərinə 1 gəlir, olur 7. Düzgün cavab 7-dir. Şifahi hesablamışam, onu göstərdim. Cavab oldu 7. Daha sonra 45-ci sualda informasiyanın uyğunluğu müəyyən edin. Bu tip suallarda yenə müəllimlər imtahanda istifadə olunur. 2022-ci ildə miqdə düşmüşdü hətta. Çətin sual deyil, birinci bölməyə aid olan sadə tip sualdır. Telefon kitabçasına yeni soyadı əlavə etmək. Telefon kitabçasına yeni ad, soyad əlavə edirsinizsə, demək onu saxlamaq istəyirsiniz. 2-yə A variantı, yəni sonra təkrar baxa biləsiniz deyə. İnşa yazmaq üçün ədəbiyyatı oxumaq. Burada çaşdırıcı hissə var. Əgər inşa yazmaq desə, bu beyin məhsuludur. Özündən fikirləşib, düşünüb cümlələr qurmalıdır. Buna deyirik emal. Amma deyir ki, inşa yazmaq üçün bu hələ ədəbiyyat oxuyur. Yəni, o məlumatı yoxdur. Ədəbiyyat oxuyucu inşada nə yazsın? Ədəbiyyat oxuyursa, deməli, bu məlumatı qəbul etməyə ya da toplamağa çalışır. Bu heç birinə daxil deyil. Yəni, informasiyanın toplanma xassəsidir. 4-cü xassəsi 4-cünü də verməyib. Hələ ədəbiyyat oxuyur, hələ araşdırma edir, məlumatlar toplamağa çalışır. Yeni musiqinin flash yaddaşa yazılmaz. Yaddaşa yazılırsa, əlbəttə ki, saxlamaq istəyirik.
Daha sonra məktubun e-postla ötürülməsi, ötürmədir. Ötürməkdir, yaymaqdır, reklamdır. Bunlar ötürülməyə aiddir. Fiskada məsələ həlli. Məsələ həlli emaldır. Yəni istəyir fiskada eləsin, istəyir informatikada eləsin. Məsələ həlli varsa, məsələ həlli aiddir emala. Yəni beyində düşünür, yeni nəticələr alır, düsturu yazır, fikirləşir, məsələni həll edir. Bu aiddir emal mərhələsinə. Yəni məsələ həlli gördünüzsə, hər zaman emal götürürsünüz. Daha sonra sınaqda da bu tipdə sual var idi. Orada A hərfi ilə B hərfi ilə başlayan istəyirdi. Burada ulduz əli. Bayaq qeyd elədim ki, ulduz yerində istənilən sayda simvol ola bilər. Hətta heç olmaya da bilər. Amma ulduz varsa, deyir əvvəlində nə var yox bilmirəm, amma sonu əli ilə bitsin. Deməli, sonluğunda əli olmalıdır. Əgər adın ortasında əli desə, ulduz, əli, sonra bir də ulduz olmalıdır ki, orta hissəyə əli düşsün. Daha sonra adı Əli və ya Vəli olanlar burada Vəlini deyə bilməliyik, çünki gərək V hərfi ilə başlasın, konkret bir hərf verilib. Adı Əli və ya Vəli olanlar bunu göstərə bilər. Ad bərabərdir Əli, or və ya ad bərabərdir dırnaqda Vəli yaza bilər. O zaman adı Əli və ya Vəli olar. Adı Əli olanlar da ulduz yazılması adı əl olur. Yaxud vəlini seçmək istəyirsə və yaxud əgər belə yazılarsa adı bərabərdir sual işarəsi, sonra əl olur. Onda deyərik ki, sualın yerində axı bir simvol ola bilər. Üçü də burada. Deyərik 4 simvollu və sonu əli ilə bitənlər. Yəni birinci simvol məlum deyil. Cəmi 4 hərfdir və 50-dir. Amma burada ulduz uydu deyə orada deyə bilmirik ki, 4 simvoldur, 5 simvoldur, bəlkə heç simvol yoxdur. Yəni sonu hissəsi əli ilə bitənlər lazımdır. Daha sonra 47-ci sualda K bərabər bu qiymət verilib, nəticəsi neçə alınacaq? Yəni kompüter zərətkatım hər an sönə bilər. Bir dəqiqə. Demək, bu sualda K bərabərdir bu qiymət daxil edilərsə nəticə nə alınacaq? Input dırnaqda daxil edir, int dırnaqları atır, ABS əgər mənfi olarsa müsbətə çevirir. Olur 4210. İnin qiyməti 4 dənə qiymət alır. 0, 1, 2, 3, 4-cü qiyməti ala bilməz. Son qiymət götürülmür. İnin 0 qiyməti ilə daxil olur dövrə və deyir K bərabərdir. K-nı 10-a böl. Bu ədədi 10-a böləndə alınır 4321. 10-a böl, sonra üzərinə 5 gəl. Alınır 4326. 5 əlavə et. Dövrdür deyə təkrar bir də dövrə qayıdır. İnin bu dəfə bir qiyməti ilə daxil olur dövrə. K-nı, K artıq bu sayılmır, bu köhnədir. Burada yeni qiymət alıb K. 4326 aldı. Bir həmin ədədi 10-a böl. 10-a böləndə düşür 432 və üzərinə də 5 əlavə et. 432-nin üstə 5 gəndə 437. Təkrar bir də dövrə qayıdır. İnin 2 qiyməti ilə. Burada inin qiymətləri məsələdə nəzərə alınmır. Sadəcə dövrün sayını göstərir. Neçə dəfə dövr eləsin. K bərabərdir. K-nı 10-a böl. K ən son 432, 37 oldu. Bunu 10-a böləndə alınır 43. Tam hissəni istəyir axı. 43-ü də 5-ə 5 əlavə eləyəndə olur 48. Bir də dövrə qayıdır və sonuncu inin 3 qiymətində K-nı 10-a böl. K bərabərdir 48-dir. Bu 48-i 10-a böləndə alınır tam hissə 4 və 4-ün üzərinə 5 gəlir, olur 9. Dövr bitdi. Dövrdən çıxandan sonra da K-nı 2-yə vur. 9-u da 2-yə vurur, olur 18 və print K-nı istəyir. Ona görə nəticə alınır 18. Daha sonra 48-ci sualda onluq say sistemində bu ədədin 8-ci say sistemində yazılışını tapaq. Bu tipdə də sınaqda yenə sual vardı. İmtahanda da həmişə görünən sual tiplərdir.
32 8-yə çevirir, yəni 200-ü saymalıyıq. 32 kubu bərabərdir. Bu 32 200-ü 5-dir və 10 qüvvətində 3-dür. Alınır 5-i 3-ə vuranda 215. 8-ci say sistemi deyirsə 2-nin kubunu ayırırsınız. 8 axı 2-nin kubudur. 16 desə 200-dür 4 yazar. 15-i bölürük bu qüvvət üstünə 3-ə. Yəni elə etməliyik sağ-sol bərabər olsun. 15 böləndə 5 dəfə, 5 dəfə 3 15 bərabərdir. Bərabərsə qarşıya misal 1 vuraq atılır. Yəni 1 özündən sonra da 5 dənə 0. 3, 4, 5. Qüvvətdəki ədəd qədər 0. Birinci toplananı aldıq. Keçirik ikinci toplananı. 16-nın kvadratı. 16 200-dür 4-dür və kvadrat yazırıq. Alınır 200-dür 8. Burada da yenə 8-yə çevirmək istəyir. 2-nin kubunu ayırırıq. 8-i çevirəndə 2 dəfə düşür. 2 dəfə 3 6 eləyir. Amma bu 8-də axı deməli ikisi çatışmır. Götürüb sadəcə 2 atmayın. 2 200-dür 1 deməkdir. Biz 2 dənəsi çatmır. Ona görə 200-dür 2 yazırıq. 200-dür 2 4-dür və özündən sonra da 2 dənə 0. 4, özündən sonra 2 dənə 0. 8-dəki 8-lik say sistemində yenə eyni qayda nə yaza bilərsiniz? Ya da elə 8-ə bölün. Bir dəfə 8 çıxanda 0 və tərsinə yazırıq. Olur 1, 0. Toplama əməlidir, toplayırsınız. Bu üstəgəl 400 və üstəgəl 10. Toplayanda alınır 1, 0, 0, 4, 1, 0. Bir nəticə alınır. Bizdən isə ilk və son rəqəmlərin cəmini istəyir. İlk rəqəm 1-dir, son rəqəm 0-dır. Cəmləyəndə də alınır 1. Oldu B variantı. İkinci aydındır. Ola bilər üçlük, beşlikdə deyə bilər. Eyni qayda ilə həll edirik. Yəni 25 məsələn olarsa 5-in qüvvəti, 27 olarsa 3-ün qüvvəti o şəkildə hesablayırıq. Burada A bərabər ABS mənfi 7. ABS də modulda çıxardır, olur mütləq qiymət 7. B 3-dür, C 2-dir. X bərabər A üstəgəl, yəni 7 üstəgəl. B-ni C-yə vuraq. 3 dəfə 2 6. Və onun kvadratı. Kvadratda yüksəldi. 7 ilə 6 13. 13-ün də kvadratı alınır 169. Y bərabərdir. 169-u 10-a böləndə x-in qiymət deyirik. 10-a böləndə qalıq düşür 9. Z bərabərdir. X-i 5-ə böl. X-in qiyməti 169-dur. 169-u 5-ə böləndə düşür 3 dəfə 5, 33. 33-ü 5-ə vuranda 164 verir. 33 minus A-dan çıx B-ni. A-dan B-ni çıxanda 7-dən 3 çıxanda alınır 4, oldu 29. T bərabərdir. Z-in üzərinə Z 29-dur. Üzərinə Y-i. Y-in qiyməti 9-dur. Və bölünsün, qalıqlı bölünsün X. X-in qiyməti 169-dur. Deməli, mötərizənin içərisi 38, 38 də 169-a bölürük. Və burada müəllimlər kiçik ədədi böyüyə böləndə qalıq istənilirsə, elə kiçiyin özünə bərabərdir. Yox, əgər kiçik ədədi böyüyə böləndə tam hissə istənilirsə, əlbəttə ki, 0-a bərabərdir. Axı 38-in içində 169 yoxdur, 0 tam neçədir? 0-a bərabər. Bunu da qarışdırmırıq. Kiçiyi böyüyə böləndə qalıq deyərsə hər zaman kiçiyə bərabərdir. Tam deyərsə hər zaman 0-a bərabərdir. Oldu cavab, qalıq istəyirdi 38, T-ni, yəni 38-i də çap edir. D variantı. Və sonuncu sual. Nəhayət bitir. Sonuncu sualda yenə sınaqda bu cür uyğunlaşdırma sualları var idi. Diapazonda neçə xana var? Həm xananı tapaq, həm sətri, həm də ki, sütunu tapaq. Ola bilər, onlar da istənilər. Həmişə xana tapmaq istənilməyə bilər. Deməli, A-dan B-yə qədər A və B. 2 dənə sütun var. Yəni A da daxildir. B-də 12-də 114-də hamısı daxildir. A ilə B 2 dənə sütun var. Sətir neçədir? Sətirdə böyükdən kiçiyi çıxıb üzərinə 1 gəlməyi də unutmayaq. 114 çıx 12 üstə də 1 gəlirik. Alınır 102 üstə də 1 gəndə 103. Deməli, sətrin sayı 103-dür. Əgər sətir istəsə 103 götürərik. Daha sonra xana sayını istəyirsə, sətri sütuna vururuq. 100-cü
2-yə vuranda alınır 206 C variantı. Sətir tapanda A-dan B-yə, sütun tapanda A-B arası bütün simvollar sətir deyəndə böyükdən kiçik çıxıb üzərinə bir gəlirik. Xana deyərsə onların hasili tapılır. Belə müəllimlər, bu günlük sınaq yekunlaşdı. Sabahki imtahanda hər birinizə uğurlar arzulayıram. Və sınağın əgər sabahki imtahanda həmin bu sınaqlardan, bu təkrarlardan sizə bir faydası olarsa, bunu da bu videonun altına yazmağı unutmayın. Rəylərinizi gözləyəcəm. Bu günlük bu qədər. Sağ olun.